Hər vaxtınız xeyir olsun dostlar, hörmətli futbol izləyiciləri. Tura baxışın növbəti buraxılışına baxırsınız. IQ Sportsun dəstəyi ilə, layihəsi ilə və ümid edirik ki, bu dəfəki buraxılışımız da maraqlı olacaq. Yenə də Azərbaycan Kuboku və çempionatından danışacağıq. Söhbətimizə başlamazdan öncə Ruslanı təbrik eləmək istəyirəm. Ya, xeyr ola. Birinci etapda qalib gəldi də proqnozu ilə. Deyib ki, finalda Araz Naxçıvan sabah oynayacaq. Qutarıb yarım finalda. Neftçi Qarabağ finalı deyirdim. Mən əvvəlcədən mən hop eləmək istəmirəm da. Neftçi Qarabağ demişdi. Yoxsa Araz? Mən Araz Qarabağ demişdim. Yox, bir dəqiqə deyəm. Araz Qarabağı Mən dedim, mən sabah Qarabağ demişdim. Nə zəhmət olmasa verilişi dala qaytararlar. Nə baxarıq da Perimotkada sabah sən dala meyillisən ha. Ən azından 50% mən demişəm, 50%. Azərbaycan Kuboku uğrunda yarışların yarı final mərhələsinin ilk oyunları geridə qaldı və bu turnirdə Kubok yarışında ikinci dəfə belə hal təkrarlandı ki, top komandalar, brend komandalar, yəni söhbət Neftçi Qarabağ kimi kollektivlərdən gedir. Yəni finalın ilk mərhələsində uduzdular. Belə bir hadisə 2003-cü ildə deyəsən olmuşdu. 2003-2004-cü ildə olmuşdu. İndiki kimi yadımdadır. Bakılı komandası filan var idi. Neftçinin deyəsən birinci oyunda uduzduğu Bakılı idi. Dəqiqləşdirəcəm. 2004-cü il idi da, yadımda deyil məndə, bilmirəm. Mən də yadımda. 2003-cü il yadımdadır. Mənim 2004-cü ildə, 2005-ci il ümumiyyətlə yadımdadır. Bir dəqiqə 20 il bundan qabaq Halik yadımdadır qananam sən. Baxır hansı oyunlarda. Uşaqlıqda bağçaya gedirdim ha, o da yadımdadır. Ya Quran haqqı mənim də yadımdadır. Bağça müəlliməm vardı, Lyubov Dmitrievna. İndiyə nə kimi yadımdadır səni? Sən necə başa düşürdün o? Rus dilində danışırdı axı. Mən də mən şey dilində danışırdım, mal dilində danışırdım. Mən də rusca danışırdım. Sən rusca danışa bilmirsən axı. Qırıldadıram da arada. Rus dilini mən sübut elədim ki, bilmirsən. Sən dedin İngilis dilini bilirsən də sən. What? Ara getdi. Yes. What? Yes. What? Yes. What deyirlər. What. Devansı komandaydı Ali. Devansı komandadayıq. Nəsə bir müəllim vardı. Ay nəsə legioner nəsə səhv elədi, nağardı. Başladı buna İngilis dilindəki nəsə nə bilim belə elə nəsə danışdı ki, sən belə elədin, sənə görə komanda bir oldu, uduzduq, nağardıq, nə elədik. Bir 2 dəqiqə görə bunu başa salır İngilis dilində. Ki başa düşdü. Sonra qayıtdı belə bax. Understand? Başa düşdün. Legioner qayıtdı belə bax. What? Belə deyən kimi yanı içində. Burada baxdı ki 2 dəqiqə elə belə danışır da boş-boşuna. What deyən belə. What dedi? Bayaqdan 3 dəqiqə, 5 dəqiqədir. Sən nə şey danışır? Tüm bildiyimi qoymuşam orada. Dedi, what? Amansızcasına cavab ver. Belə Azərbaycanlı Londonda şeyə girib, dükana girib, qalsuka yaxınlaşıb, deyir, how much? Satıcı deyir, 2000. 2000. Deməyə ehtiyac yoxdur, bilirik. Bilməyənlər var. How much? Deyir, 2000. How much? Neçə şeydə axı intonasiya ilə verir. Neçə? Olmaz. Hələ həmən İngiltərədə Azərbaycanlı deyəm mənim kimi. Deyəm avtobus astanovkasında 3 metr otofa qəşəng bir dənə qız deyəm. Bu da şey baxır da, ağzının suyu axır. Qızı görmür. Neçə dəqiqədən sonra qız çönür buna, yaxınlaşır, deyir, excuse me, what time is it? What time is it now? Excuse me, what time is it? Bu da, конечно, istəyirəm. Belə. Şey ağlamalı xəbər. Yox, zarafatsız nə danışır? Oradan həmin o xəbəri keçmək. Bir gün bir dənə Nemes. Sonuncu dəfə belə bir hadisə Kubok yarışında 2003-2004-cü il mövsümündə olmuşdu ki, Qarabağ evdə Şəmkirə 1-2 hesabı ilə uduzmuşdu. Neftçi isə səfərdə Bakılıya birinci oyunda 0-1 hesabı ilə uduzmuşdu və belə bir təkrar
olay, hadisə 21 il sonra yenə də Azərbaycan Kubok uğrunda yarışlarda qeydə alındı. Neftçi evdə Sabahla bacarmadı, 1-2 hesabı qeydə alındı və Qarabağda Araz Naxçıvana uduzdu. Təbii ki, bütün cütlərin taleyinə cavab oyundan sonra aydınlıq gələcək. Həmin o illər neçənci il idi? 2003-2004. 2003-2004-cü ildə Şəmkir Çempionluq oynayan komanda idi pastayanlar. Elə sənə deyim, Bakılı da pis deyildi. Yəni orta bab Bakılı olsa indi da məsələn Neftçiyə baxanda da Bakılıda da düzdür köhnə futbolistlər oynayırdı. Mən onda Karvanda oynuyordum da. Bakılı var idi komandası. Köhnə futbolçular vardı. Hansı ki axırıncı illəri idi. Zaşot Oputa məsələn oynayırdılar yəni. Amma o illərə baxanda tutaq ki, Neftçinin sastavından, Bakılının sastavına baxanda Neftçi məsələn 100% deyirsən ki, keçməli idi. Amma indi məsələn Neftçi oynayır Sabahla, sən onu deyə bilməzsən. Yəni 2003-də, 2004-də Şəmkirlə Neftçi oynayanda Neftçi 100% keçməli idi Şəmkiri. Bakılının deyil. Bakılı Ha, oynayır. üzr istəyirəm. Bakılı oynayır. Şəmkir Qarabağla. Yox, hal-hazırda belə baxanda Sabahın Şəmkir oynayırdı. Qarabağla. Şəmkir də həmin Şəmkir o vaxt Qarabağ da öyle idi. İndiki Qarabağ da öyle idi. Kvarasxelyan şeydi ha. İndi Neftçi ilə isə Bakılı oynayırdı. Kvarasxelyadan başqa kimin adı yadda qalıb Şəmkirdə? Sən bir də Kvarasxelya dəydim, elə bil Dəmirə Şəmkirdə? dəydim. Ronaldos. O vaxt 2004-də işləyirsən isi. Qarşı Badr şeydən travmadan təzə qayıdıb Kvarasxelya. Bizdə 2004-də əstəğfurullah 2000 neçənci il idi? 2003 idi yoxsa? Hətta 2003. Ədiliyyə ilə oynayırdıq onlarla. O danışmayıb da dedim bizim dostumuz Karateyz gedir. Uqlavoy yəni. Elə bağlama da, elə təəssürat yaranır ki, sən hardasa palit eləyib kameraya çəkirlər. Sən də üzvü göstərmək istəmirsən. Nəsə danışırsan. Xəbər instituta gəlmişdim qəbul olmağa, alınmadı. Evdəkilərə göstərməyin. Onlar rahat danışdı. Hə. Mən də yığmışam. Ədliyyə ilə oynayırdınız. Mən də yığmışam səndən. Ədliyyə ilə. Polemikan sənin yığır. Ədliyyə ilə oynayırdınız. Polemikama bu Axşam 8-də məni efirə çağırmazlar çəkilişə. Ədliyyə ilə oynayırdınız. Qardan gəlir, görsən nətər güc gəlib. Qara ekradan da basıb zolluyub gəlib. Ədliyyə ilə oynayırdınız. Onu demək istəyirəm ki, Kvaratskhelia travmadan təzə qayıtmışdı. Elə bil momentlərlə ki, top yoxdur, bütün hamı pası verir ki, elə bil o neçə vaxt oynamır deyə ki, qol vursun da, başa düşdün, hücumçudur da, centroforvarddır, komandanın əsas hücumçudur. Bütün pasları zadlar hamısını verirlər ona. Bir dənə momentdə mən də indi cavan idim da, elə o dərəcədə də tanımırsan və yaxud da deyirsən ki, bu indi Zədəli Badr Kvaratskhelia bilirik ki, gürcü futbolçudur. No, Polyanın içində sən onu həmin o aşkenya, o hissiyatı onu hiss eləməyən adam yəni bilə bilməz ki, nə dərəcədə yəni futbolçudur. Televizordan baxırsan, nə başqa cür görsənir. Bir moment yanbayan o sürəti ilə də sən deyəndür. Belə interesli belə kötü, ayaqların qalın. Belə bu dörd başlı budur. Belə artıq çəkir. Muskulu şeydə kimi deyir, nəyə desən desən. Sidorfun budlarını oxşur. Nəyə desən dəyər elə muskullarınız. Bildin bunu muskulunu sən böyür gedəndə isə bir dənə korpus qoymaq istədim. Dedim əvcə məndə bərk qoyun da. Evlədinizə. Sonra nətər qoydu elə bil. Elə bil məndən belə səs çıxdı. Başa düşdün. Elə bil divara girdim bərk sürətlə. Belə sonra bircə o. Ostorojna. Travmadan təzə qayıtmışdı. Mən qoydu, mənə bir uçdum o tərəfə də başa düşdüm. Ondan sonra bildim ki, yəni bu korpusla necə Vobay var idi Neftçidə. Dalını qoyurdu, heç kim top ala bilmirdi. Korpusla, Kuluşka ayağı da bildiyin elə Kuluşka deyirlər də məsələn. Sol ayaqlı. Georgievskinin özü. Georgievskinin özü, o da biraz arıq idi. Düzdür, Kuluşka idi. Amma Jgut kimi, Badrinin özünü yaxşı deyirəm. O vaxt ki, yaxşı ki, Quran haqqı indiki cavanlar, nə bilim, indiki pokoleniyadan soruş denən görüm, filankası tanıyırsan köhnə futbolçuları. Heç birini tanımırlar. Düzdür, indi şey dəyişib, zamanə dəyişib, futbol nəsli elədir ki, cavanlaşır, beləsinə gedir. No, ən azından, Alek, sənin yadında olar, sənə də yadında olar. O vaxt köhnə kitablar vardı bizə, babalarımızdan, nə kimlərdənsə qalan futbol, 1975 qod, nə bilim, Kubokov, nə bilim. Bilsən nə qədər məndə evdə kitablar var. Quran haqqı köhnələrdən bir maraqlanın, gör kim var, kim yox. Qəzetlərin arxası, qəzet üçün ov gedirdi ki, Sovetski sport. Birinci tez gəlsin, tez gələn ki, mən alacam. Sonra bizdə İdman qəzeti çıxdı burada, Futbol Plus. Alırdım 20 il bundan qabağın qəzetləri. Yəni əvvəl sport idi, sport var idi, bir dənəsi. Əyləncə var idi, sonra qəzet. Çempion qəzeti var idi. Çempion var. Ha, yox, oradan oxuyurduq o vaxt. Super sport qəzeti. Yəni bizim dövrümüz elə idi ki,
yəni indi kompüter əslidir, sosial şəbəkələrlə anında nəticəni öyrənirsən. Biz bir futbolun nəticəsini öyrənmək üçün həftənin çərşənbə axşamını, ikinci günü, üçüncü günü gözləyirik ki, qəzet çıxacaq. Orada futbolların, çempionatların növbəti turunun nəticələrini izləyirik. Tarixə gedəndə isə, misal üçün, mənim yadımdadır da ilk dünya çempionatı mənim baxdığım 82 olub, amma 86-da artıq başa düşürdüm nə var, nə yox. Yəni 82-də prosta bilirdim futbolda, amma 86-da baxırdım və o dünya çempionatının oyunları tutalım da. Televizor görsədirdi Alikonda, elə oyunlar. SSR oynayırdı axı. Oyunların hamısı yadımdadır. O SSR oyunları televizorda hansı ki o ayaq 4 dayanı harda baxırdın? Çvetnoydu ya bizdə. 86-da o. 86-da bizdə Çvetnoy televizor idi. Oradan. Ha, Gorizont idi, mən Tempiydi, yadımdadır. Ha, yox sən. Yəni sənə deyim, mən evimizin 3-cü mərtəbəsindən çıxırdım 7-ci mərtəbəsinə. Aha. Spalnamız 7-də idi də o vaxtda. Neçə mərtəbə idi eviniz? 11. Ay maşallah. Hə. Aha. Bir otaqda yaşayırdıq 5 nəfər. Allah and olsun. Bir də bu boyda otaqda 5 nəfər yaşayırdıq. Sözüm onda deyil. Deməli misal üçün SSR Veng Macarıstanla oynayanda 6-0-da ən yadda qalan hesabları deyim. Oyun bitən kimi dəftəri götürürdüm. Bir səhifə bir oyun idi. SSR bayrağını çəkirdim. Macarıstan bayrağı kim neçənci dəqiqədə qol vurub. Növbət bütün çempionatın oyunları şəkil yox idi o vaxtda. Hardan? O saqqız da yox idi. Sonra çıxdı o final. Hə. 96-cı il Avropa çempionatı ərəfəsində çıxmışdı. O vaxtda hə çıxmışdı. Biz yəni dəftərlərə baxırdıq. Kimsə deyəndə ki, Çili ilə Argentina neçə oynayıb 2-1. Yalan deyirsən. 3-1 idi. Ya yox 2-1 qaçırdılar evə, dəftər zad gətirdilər. İndi gətirsən, Çapoğlu'nun kitayı hər şey düzəldib. Hər şey düzəldib. Nə başın çıxmır cəhətdən sonra. Hoşum dostlar, Kubokun ilk oyunları doğrudan da maraqlı keçdi. Maraqlı nəticələr, maraqlı hadisələrlə yadda qaldı. Elə başlayaq Araz Naxçıvan Qarabağ qarşılaşmasından 1-0 Araz Naxçıvan cavab oyunu ərəfəsində yaxşı bir üstünlük əldə etdi. Oyunda daha çox diqqətimizi cəlb edənlərdən biri Qurban Qurbanovun özündən çıxması idi. Mən belə aqressiv Qurban Qurbanov. Hədiyyə elədilər də ona da bu gün. Amma darıxıqda mən gördüm Planşet Qurban Qurbanov necə yəni o futbolçu dövrünü bizə xatırlatdı. Planşet cırıq oldu da yəni göydə. Orada Allah. Sonradan bildirdi ki, mən hakimə etiraz eləməmişəm. Hakimə etiraz eləmişəm əvvəlki konfranslarda demişəm qırmızı vərəqə ilə bağlı, amma burada daha çox futbolçularıma gileylənirdim, etirazımı bildirirdim. Penalti epizodu ilə bağlı. Amma təbii ki Frank de Blacker da AFFA Hakimlər Komitəsinin rəhbəri də həm oyunla bağlı, həm Neftçi Sabah maçı ilə bağlı penalti epizodlarını dəyərləndirib və hər iki epizodda da penalti qərarlarının doğru olduğunu bildirib. Yalnız bir vəziyyətdə kobud səhv var idi ki, ona da danışacağıq Neftçi Sabah qarşılaşmasında. Amma sən deyirsən ləzzət elədi ya. Sizin xəbəriniz. Yeri gəlmişəm, futbolçular elə Alikin sözünə qüvvət, məşq zamanı oyundan sonra vaxtım bu gündən alıb hədiyyə eliblər Qurban müəllimə, gətirib veriblər ki, bizə görə olubsa buyur, bu da sənin planşetin. Xəyala baxırsınız da hər halda da. Aveçkin, yox onu demirəm. Aveçkin rekordu o möhtəşəm bir şeydir. Son günlərin yəni olayıdır da. Bu şeyin bu uşağın adı nə idi? Ruslanın sözündən çıxıram. Yəni deyir ki, ləzzət elədi o vurmağı. NHL vaxtında NHL-ı belə dəbə otuzdurmaq üçün o vaxt Amerikada birləşdilər. Bunlar qərara gəldilər ki, plaşatkada dava düşdü ya, hakim ayırmamalıdır. Bəli. Özdə xüsusi hokkeyçilərdir ya o dalaşmağa girib. Soran başladılar, uje sastava baksorlar zatlar götürürdülər ki, misal üçün sən o məqsədlə meydançaya. Wayne Gretzky var ha, misal üçün onun rekordunu dünən yeniləndi. Wayne Gretzky belə baxson, axtarson, bəlkə bütün karyerası boyu bir dəfə ya da iki dəfə dava eləyib. Niyə görə? Wayne Gretzky plaşatkada olanda mütləq bir dənə axrannik qoyurdular ona, boksör kimi. Üstünə gedəndə bu girirdi davaya. Onu qorumaq üçün. Yəni bunlar şou elədilər davadan. Deyirəm bəlkə bizdə də götürək hər məşqçiyə 2 dənə 3 dənə planşet verək oyundan qabaq. Kim çerezsibə vurdu, kim belə pətka ilə, belə dabanla, zadla. Çünki hamımız görgəşmişdik. Qurban müəllim, yeni planşetiniz mübarək olsun. Sağlıqla. Xeyirli xəbərlər oxuyasınız oradan, xeyirli videolar görəsiniz oradan. Yəni planşetdə adətən video baxırlar maçda.
Yəni kimdən Qurban Qurbanovdan belə bir Dünyanın ən sakit adamı Qurban Qurbanov. amma Elə Acıqlanır da, o acıqlanır, onu belə səbir görsətmir də kasası onu. dolur, aşanda da belə Əlbəttə, olur. Əslində orada mən sizə bir söz deyim. Bax vallahi deyirəm. Qurban o qədər sakit insandır ki, Bəli. əslində burada heç nə şey yoxdur. Biz bundan çalışırıq nəsə bir Yo, hadisə elə sual veriblər özünə Yo. Sənə cəzalandırıldılar Nizam Komitəsi tərəfindən. Bu da qəşəng cavab verir ki, niyə mənə Ha, cəzalandırılır? doğru. Niyə Mən niyə Hakimə narazılıq hakimi eləməmişəm. söyməmişəm, Ha. meydana daxil olmamışam. Ha. Yəni Nizam Mənim planşetimdə vurmuşam, əzəb eləmişəm. Sındırmışam, əzələmişəm. Amma yanılmıramsa, deyəsən dünənki oyunda, Qarabağ Zirə oyununda deyəsən cəzalandırdılar onu. Çünki deyəsən 2 metr çıxmışdı şeydən plaşatkada. O oyuna qalanda çatanda müzakirə. Çıxanda oradan onda 4-cü hakim Ha, bu gəldi. O oyunla qədər bağlı. öyrəşmişik ki, heç nə adam heç nə eləmir də. Araz Naxçıvan Qarabağ matçı ilə bağlı. Yəni Ruslan gözləyirdi. Əkbər sən gözləyirdin. Əslində Biz də hələ bitməyib, cavam oyunundan sonra bir. yəni mən bir söz deyim. Bu yəni Qarabağla Azərbaycanda oyuna birinci oyunu 3-0, 4-0 o qalib gəl. Belə halda da gedib rahat yata bilməyəcəksən ki, son mən keçdim. Ay sağ ol. Çünki bu elə bir komandadır ki, qardaş, elə bil yatmış şirdir, təzədən elə bil oyatmış. İstədiyini vura bilər Qarabağ. Yəni çıxıb futbol oynası olsa, Lüboy komandaya qarşı ümumiyyətcə belə götürəndə hər bir komandaya qarşı sən çıxıb oynaya bilərsən. İstəyirsən çempionatında məsələn Qarabağda bu dəqiqə hegemonluq eləyən özü layiqincə də eləyir və hamıya da doğrudan da göstərir ki, yəni nömrə 1-dir Azərbaycanda, yəni ona şübhəmiz yoxdur. Amma Elmar müəllimi də burada vurğulamaq lazımdır ki, doğrudan da yəni Qarabağın oyunda yəni kubok oyunlarını ələxüsusda hansı ki komandaya Qəbələ komandasına qazandırmışdı. Bundan qabaq Elmar müəllim onu vurğulamaq istəyirəm ki, elə oyunlar var ki, bir dənə, 2 dənə oyundan ibarət oyunlara sən Lüboy komandanı rəqibə qarşı düzgün analiz edib, komandanı qurub, yanaşmağı düzəldib, futbolçuları başa salmağı ki, bax belə oynayacaq bu komandaya qarşı. 2 dənə bizim oyunumuz var. Çalışaq səhvləri minimuma yendirək və həmin bu səhvlərdən rəqibin bir dənə səhvini gözləyək, momentimiz olsa vuraq və növbəti mərhələyə elə bil ilk addımını ataq. Doğrudan da Qarabağ komandasından belə baxanda düzdür, oyunda momentlər oldu. Qapıda təhlükəli momentlər yaratdılar Arazın qapısında. Sadəcə olaraq siz özünüz də indi fikir vermişsiniz ki, bax Santos 2 oyunluq cəzalanmışdı. Əsas komandasının oyunçusu yox idi, komanda biraz büdrüyürdü. Mən deyəndə ki, hücumçu Ramon Machado yoxdur. Srazu nətər komandanın özündə bildirir ki, görsənirdi ki, yəni komandada elə bir eniş var, neçə oyunda qalib gələ bilmir, neçə oyunda udzur. Bu adamın yəni əlində olan futbolçular hansılar ki, aparıcı futbolçulardır və tək Ramon deyil, Araz Naxçıvan Ramondan ibarət deyil. Bəxtiyar Həsən Əlizadə, Mustafa Cavanuşaq o şey, Igor Sezar Mezakolli, sonra Machadonun özü neçə vaxtı yox idi. Felipe Santos 2 oyunluq getdi. Yəni normada belə baxanda hansı ki futbolçularından bu doğrudan da 7-8 oyunda istifadə edə bilmirsən və sənin də doğrudan da məsələn Qarabağın heyəti kimi futbolçuların o dərəcədə deyil də, yəni say baxımından ki, bu olmasa bunu qoyacam, bu ondan seçilməyəcək. Geniş deyil də. Ay sağ ol. Ona görə biraz söküş görsənirdi. Amma sən indi bax neçə turdu gör, Qarabağdan, Kubokdan qabaq kimdən oynadılar? Araz Naxçıvan. Kubokdan qabaq. Hansı ki Machadoja qayıtmışdı. Qabaq Neftçi ilə oynamışdı 1-1. 1-1. Ay sağ ol. Ümumiyyətlə 8 oyun idi, çempionatda qalib gələ bilmirdi. Bəli. Ona görə Araz Naxçıvan. Yəni sonuncu dəfə çempionatda qələbəsi fevralın neçəsi? Neftçi üzərində olmuşdu. Yanvarın 26-sında. Ondan bu yana 8 yəni söhbət ondan gedir ki, bax indiki bu oyun Qarabağla birinci turda, birinci oyunda düzdür 1-0 qalib gəlib, amma o demək deyil ki, Fsioji hər şeyi təmin edib və 100% lap ikinci oyunda nə edirlər, eləsinlər, çalışaq qapıda qol buraxmayaq. Bilirsiniz qardaşlar necədir? Çətin olacaq. Onun sözündə də həqiqət var. Yaxşı bir məsələyə toxunub. Bildirib ki, mənim futbolçularımda yorğunluq, fiziki yorğunluq, psixoloji yorğunluq o həddə gəlib çatıb ki, bu əslində normal bir şeydir. Yəni uzun illərdir biz bu prosesdən, bu etapdan keçirik. 15 xal qabaqlayır.
ikinci sıradakı komandanın. Yəni o qədər arxayınlaşıblar ki, Bəli. mən də desəm, onlar nə qədər özlərini də kökləsələr, yəni istər-istəməz arxayınlıq, rahatlıq olacaq. 100%. Yəni Qarabağa bundan sonrakı turlarda 2 qələbə lazımdır ki, çempionluğu vaxtından əvvəl Bəli. rəsmiləşdirsin, təmin eləsin. Amma indi 8 oyun qaldı da, neçənci tur idi bu? 29. 7 tur qalıb. 7 oyunda 2 qələbə lazımdır. Həmin o qələbəni Qarabağ vaxtından əvvəl qazana biləcəkmi? Təbii ki, bu artıq Qarabağ futbolçularının oyuna köklənməsindən asılıdır və Qurban Qurbanovun sözünə qüvvət, Qarabağın əsas rəqibi indiki vəziyyətdə elə özləridir. Bu bariyeri aşa bilsələr, arxayınlaşmasalar vaxtından əvvəl, yəqin ki, rahat Araz Naxçıvanla cavab oyununda da qələbə qazanacaqlar, çempionatda da vaxtından əvvəl. Amma çətin olacaq da qardaş, çətin olacaq. Nə qədər yenə deyirəm, bütün komandalara qarşı Arazın futbolçuların özləri də bilir ki, birinci oyunda qalib gəliblər və özlərinə inam var ki, oradan da bu komandaya eləmək fikri var da, yəni bunu neçə konferansda deyir ki, söhbəti yox, əlbəttə ki, istəyir. Qızıl dubl eləmək istəyirik. Neçə vaxt istəyir, amma onu da vurğulamaq lazımdır ki, Arazın özü də bu dəqiqə hal-hazırda, yəni elə belə komanda deyil də, yəni. Bəli. Həmin bu oyunda birinci oyunda da yəni görsətdilər, düzdür, qalib gəldilər. Təhlükəli momentlər, üstün momentləri vardı Qarabağın, amma sonunda nəticədə. Amma Araz Naxçıvan ilk oyunda sübut elədi ki, Qarabağı məğlub etmək mümkündür. Bəli. Mümkündür. Ona görə də komandalara uğurlar. İkinci düşünsənik. Bu oyunla bağlı deyəcəyin hər hansı bir fikir varsa, buyur. Yoxsa keçərik ki, odur ki, əlbəttə, bu Ruslanın dediyi kimi, hələm tezdir nəsə nəticə çıxarmağa. Araz qalib gəlib, təbrik eləyirik, əzmkarlıq göstərib, təbrik eləyirik. Amma yenə deyirəm, Qarabağla oyunu, Qarabağla görüşü ikinci oyundan sonra dəyərləndirmək lazımdır ancaq. Çünki Qarabağ hələ komanda deyil ki, yenə bayaq dediyim kimi, birinci oyunda 3-0 yenilib, təslim olur, ya da 2-0 yenilib, təslim olur ki, Qarabağ 5-0-da uduzsa birinci oyun, ikinci oyun özünü cıracaq ki, 6 dənə vursun. Yəni həm də bir dənə söz də əlavə edeyim. Bu birinci oyunların nəticəsinə baxandan sonra və bu nəticələrdən sonra əminliklə deyə bilərik ki, hamımız, inanıram ki, siz də yəqin məndən razılaşacaqsınız ki, Pavtorun ikinci oyun konkret, yəni elə bir ölüm-dirim oyunu. Bilməyəcəyik, sabah Neftçiyə mi baxaq, yoxsa Araz Qarabağ mı baxaq? Əslində bu amma gözəl haldır. Yəni birinci nəticələrdən sonra Sabah Neftçi oyunu daha çox maraq. Hardasa deyirsən ki, Neftçindir. Yox, Sabah Neftçi. Əsl qırğın olacaq oyun. Burada iki oyun baxmayaraq ki, bir tərəfdən ikisinin də məqsədi eynidir. Yəni iki oyunun da, 4 komandanın məqsədi eynidir. Sadəcə bir oyunda sual nədir? Qarabağ oyanacaq, oyanmayacaq. Açıq danışaq da. Yəni mən Arazı bu il çox dəstəkləyirəm, çox xoşuma gəlir. Araz Naxçıvan çox xoşuma gəlir oyunu. Ya əbəs yerə 3-cü yerdə getmirlər. Amma burada Qarabağla oynayır. İkinci oyundasa heç kimin nə oyanmaq, nə yatmaq şey yoxdur. Yəni orada cırışmadır. Kim keçdi. O oyunun marağı daha çoxdur bu birisindən. Məncə də. Orada da maraq var, burada da maraq var. Neftçiyə görə ikisi də Neftçinin də şansı belə baxanda Çempionlar Liqası, Avrokuboklara getməyə ancaq Çerez kubokdur. Bəli. Sabah da belə baxanda. Yox, Neftçinin ancaq Çerez kubokdur. Neftçi çempionatdan da düşə bilər. Çempionatda ara düşür. 35 xalı var, 3-cü yerdən 16 xal da var. 3-cü yer yox. Bəs biz bayaq söhbət eləyirik ki, 44 xal, 9 xal fərqlə. Bəs mən də onu deyirəm, şansı var. Bir şans da olsa, əslində komanda oynamalıdır ona. Yəni bir də var, sən nəqdi qoyub hissəyə gedirsən. Yox, mən demirəm, kuboku buraxsınlar, getsinlər. Mən deyirəm, yəni orada da şansı var. Riyazi cəhətdən şans var. Amma qardaş, sənə bir söz deyim. Burada Qarabağ oynayır, kubokda. Yəni Qarabağ çıxmayıb. Heç kim uduzmayıb. Qarabağ davam edirsə, kubokda Qarabağ oynaya, kuboku qazanıb Avrokuboklara getmək, ya da çempionatda 9 xallıq fərqi yox eləyib oradan düşmək, məncə hələ eyni çətinlikdə bir şeydir. Yəni mən deməzdim ki, orada bir oyunda Qarabağ oynayır bizi, udub keçərik. Bilmirəm valla. Amma hər halda keçək Neftçiyə. Keçək Neftçi Sabah oyununa.
Hər iki oyun aprelin 23-də olacaq. Yeri gəlmişən cavab maçından sonra. Saatları necədir? Saatları bilmirəm, amma o da maraqlıdır. Yəni ikisinə də baxa biləcəyim yoxsa nətər? Hə, ikisinə eyni anda baxmaq. Hə, yəni həmin ona da baxa biləcəyəm. Amma kuboka niyə görə eyni anda eləyirlər? Kubokda fərqi yoxdur axı. Yox, eyni anda nəyə görə deyirəm? Televizorda elə olsun ki, həm ona da baxa biləsən, buna da baxa biləsən. Hə də, fərq olmalıdır, hə? Eləməzlər bu şeydir. Birinci oyunda elə olmuşdu da. Birinci Araz Naxçıvan Qarabağ oldu, daha sonra. Hə, hələ yaxşıdır. Sən dedin eyni mən elə bildim qərar veriblər ki, eyni saatda başlayacaq. O Çempionlar Liqasının sonuncu turu kimi. Mən nə demək istəyirəm? Əgər Qarabağın oyunu birinci olsa, Sabah və Neftçi komandalarının kuboka marağı, hədəfi daha çox artacaq ki, Qarabağ əsas favoritdir və Qarabağ artıq mübarizəni dayandırırsa, baş mükafatı qazanmaq üçün biri var Araz Naxçıvandan oynayasan finalda, biri var Qarabağla. Sən düz deyirsən, amma burada bir dənə də moment var. Bir var Qarabağla oynayırsan. Eyni vaxt olmaz. Yox, bir var Qarabağla oynayırsan, bir var da Qarabağ ucur. Deyirsən ki, bu Araz Naxçıvan Qarabağı udubsa bizi nə edəcək? Amma indi qulaq as. O da var. son bir 3-4 il bundan qabaq sənin yadındadır. Ayxan Abbasov şeydə olanda, Sumqayıtda olanda, polfinalda 2 il dalbadal ikisində də Qarabağla oynadılar, Qarabağı keçdilər. Yadında? Xatırlayıram elə bir şey. Sumqayıt. Kubok komandası idi. Amma qazanmadı. İkisini qazanmamışdı. Amma biz qazandıq. Araz Naxçıvan utdu Sumqayıtı finalda. Kuboku biz götürdük. Sənan Qurbanov vaxtındaydı deyəsən. Keçdəydi onda. Həmin o ərəfədə yəni Sumqayıt Ayxan Abbasov idi da. Həmin o Sumqayıtın heç ligiyan yerləri yox idi və yaxud da var idisə 1-2 nəfər var idi. Yəni həmin o Azərbaycanlı olur elə komandalar. Əlbəttə olur. Yəni demək o demək deyil ki, elə Pastriyanla elə də olacaq. Yəni bilmək olmaz. Yəni sözümüzü ona gətirir ki, Lüboy nəticə baş verə biləcək. Neftçi Sabah oyununa keçək, çox maraqlı oyun olundu. Azarkeşlər tam olaraq da doldurmasalar da stadionu, atmosfer yaxşı idi, pis deyildi. Forza Neftçi öz yerində, Sabah Azarkeşlər öz yerində, neytral tribünalarda olan fanatlar. Yadımdan çıxacaq. Məndə hələ təəssürat yarandı ki, Sabahın azarkeşi Forza Neftçinin azarkeşindən daha çox idi. Çox idi, amma yəni səsə bəlkə mikrofonları hələ qurmuşdular. Daha yaxşı idi. Sayıya görə, yəni Sabah qonaq oyununa bu qədər azarkeş aparırsa, hal oldu. Məlum məsələdir. Məlum məsələdir. Erkən qol, avtoqol Azər Salahlının pasivinə yazıldı. Əlbəttə ki, Rahman Aliyevin mən bildim qolu kimi qeyd olunacaq, amma küncdən zərbədən sonra Azər Salahlının avtoqolu qeyd alınıb. Qola dərhal qolla cavab verdi Neftçi. Penalti təyin edildi Sabahın qapısına. Orada da yenə futbol, Neftçi futbol. Bu nə məsələdir? Neftçi futbolçuları niyə penalti vurmaq uğrunda qırışırlar, dalaşırlar, topu o onun əlindən alır. Biz Emin Şeydayev nümunəsində... Millidə, İndi də Matias topu götürdü əlinə, fikir verdiniz. Ramil Şeydayev yenə hadisələrin mərkəzində. O dedi, ver mən vurum, bu dedi, yox mən vuracağım. Axırda Yuri Matias bir tər andaman elədi. Nə inandırdı, sonra da məlum oldu ki, bunun ehtiyacı var imiş. Övladı xəstədir, Allah kömək olsun. Autizm, Allah şəfa versin. O məqsədlə də futbolçular meydana autizm xəstəliyindən əziyyət çəkən uşaqlarla çıxmışdılar. Qolu vurmaq üçün penaltini götürdü üzərinə. Birinci cəhdində uğursuz oldu, qapıcı qaytardı. Təkrar zərbəni gəldi, qola çevirdi və dərhal yollandı texniki zonaya. Orada övladının deyəsən adı həkk olunan formanı götürdü. Deyəsən adı yox, o şeyin, o autizm xəstələrinin yəni bir ismarıcı idi, mesaj idi vermək istəyir. Amma yekunda yenə də bax belə bir şey mövcuddursa, varsa, öncədən müəyyənləşdirin də. Yəni cəmaatın, ictimaiyyətinin gözün qabağında media bir tərəfdən baxır. Yəni azarkeşlər onsuz da Emin Mahmudov, Ramil Şeydayev məsələsi günü bu günə kimi müzakirə olunur. Yəni Neftçidə belə şeylər olmamalıdır. Sözümün canı nədir? Əgər penalti vurmaq imkanını siz öncədən dəyərləndirirsinizsə, müzakirə edirsinizsə, bunu o geyinmə otağında həll eləyin. Stadionda kiməsə göstərməyin ki, ay mən vuracam, ay sən vuracam. Bir də mən yadıma salacağım, həmin oyunda Şeydayev əsasiyyətdə oynayırdı, yoxsa Zamendən çıxmışdı. Əsasa çıxdı 60-cı dəqiqəyə qədər. Bütün komandalarda ümumiyyətcə məşqçi ustanovkan verəndən sonra Alek məşqçiyə görə ustanovkan verirsə, orada bütün o standart vəziyyətlər, bütün hər şey, kim nə edəcək, nə aracaq, hansı qaldıracaq. Əvvəlcədən deyirlər, frikikləri kim vuracaq, kornerləri kim qaldıracaq. Əslində məntiqlə Ramil penaltini kim vuracaq. Emin Mahmudov yox idi. Yox idi. Ona görə də götürüb də, götürüb. Bugün burada da Ramildən. Sadəcə olaraq. Matias yox idi.
Ona görə də gəlib o xahiş edib ki, qoy mən vurum, qoy mən. Bizdə məsələn mən Neftçidə oynayanda o vaxtı Interlə oynayırdıq. Interin polyasında. Neftçinin 75 illiyi idi. 74-cü dəqiqədir. 74-cü dəqiqə. Hesab 1-1'dir. Balonçiklər gözləyirlər ki, elə bir 75-ci dəqiqə olan kimi şeyləri yandırsınlar. Bəxtə bax bir dənə Aleksandr. Allah'ın da olsun. 73'lü 74'lü hesaba bilensin ştraf. Inter komandasının cərimə meydançasının bölündən. Hesab 1-1'dir. 1-0 durduq. Kornerdə mənim oyuncum idi Branislav Çervenka. İndiyə kimi yadımdadır. Muş. Belə görsətdi nəsə başıma Allah'dı ki. Bro, nəsə rast qaldırın ki, cırdı aradan. Üspət eləmədim də, başa düşdün. Nəsə soruşurdu mən. Sonra buramdan sonra dedim, əyəcək kişisən. Məsələn, sən belə şey eləyərlər. Nəsə, belə çox yaxşı bomba oyuncuydu özdə o. Neçə il oynadı Interdə. Mənim oyuncum hansından ki, birə-bir mən oynamalıydım. Mənim oyuncum vurdu qolu. Soyunub geyinmə otağında indi məşqçilər hamısı ki, sən tapşırmışdıq, sən plankasla oynayacaqsan. Bəs necə oynayırsan birə-bir ondan sənin oyuncun qol vurulamaz. Dedim, mən narahat olmada ikinci sayım var. İkinci sayım elə 1-1'dir. Göründü qaqan nə qaracaq ikinci sayım. Sənə də bütün problemlərin gör indi qaqan nə qayıracaqsın. Qaqan nə qayıracaq səni. 73'lü 74 Quranan da olsun. Ştraf cərimə meydançasından biraz aralda. Cərimələrdən onda vururdum. Təsəvvür elə bilsən hara yaxındır. Cərimə meydançasından biraz sağa meyillidir, sağa. Hansına ki, oradan sol ayaqlı oyuncuya rahatdır belə fırlatma. Ruslan Abışov. Ruslan gəldi, topu qoydu. Rəşad Abdullayev da vururdu onda ştrafdan. 40-dan zaddan pet azlayırdı. Yadımda sənə. Qoyurdu belə. İndiyə kimi 15-20 dənə ştraf var. Ən azı məsafə 30-35 zaddır belə. Rəşad, öpürəm səni, ay Rəşad. Qaqamsan. Elə bil, o da vururdu, ben de vururdum. Abışov da vururdu. Uca sola meyillidir deyən. Rəşad dedi ki, hepsi Ruslan fırladacaq oradan. Rəşad çəkildi. Ruslan gəldi, topu qoydu, tarazladı. Dedim mən Ruslan, sən bilirlər ki, sən vuracaqsan. Sola sənə yaxındır. Qadan alım, qoy mən vurum da ha. Rüsük, yox, Rüsük, çəkil mən deyildi. Dedim, mən qadan alım, sən ürəyin nə istəyir, nə qonaqlıq istəyən verəcəm. Hiss edirəm ki, vuracam səni. Deyirəm, mən Ruslan qadan alım, başlayıram bunu pişirməyə, başa düşdün. Bu da deyir, sən can qoy Ruslan vurum da. Dedim, onda heç olmasa, 4 dənə Stenka qoyub, 4 dənə divar, Lomaya. Dedim, Rusik, topu görür, Lomaya dayanıb, Stenkanı qoyub, Stenkanın böründən belə dayanır. Topu görür vuruş trayektoriyasını. Dedim, Ruslan gözlə, Flavinio ilə Denisə deyim, onlar da 2 nəfər gəlsin, əlavə dayansın Stenkanın böründəki, Lomayanın gözün qabağını kəssin. Bu Lomaya topu görməsin. Dedi, okey. Denis nəçəyə dedim, sıra Portugal dilinə ki, dedim, onu da dedim, ona, bir dənə tez bir dənə Stenkanın böründən axadı. Rast Flavinio'nun Denis gəldi, durdular böründə. Onda icazə verirlər. Gəl böründə məşət eləmirsən, çiyinlə məsələ. Yəni, dəymirsənsə dayanırdın. Gəlib dayanmışam, orada da Stenkanın böründə. Belə qoyan kimi sənə sırası Lomaya belə baxdım ki, belə verir. Kiminsə pasasının arasından zatdan baxmaq istəyir. Başa düşdün, topu görmür. Dedim, Rus, sən ölçək söz deyirəm. Allaha and olsun. Hiss edirəm ki, soxacam qaqa. Topa deyirəm, sən elə bil gəlməmişdən qabaq güya ki, mən gedirəm, topu üstündən qaçıram. Sən vuracaqsan. Elə mən gəlişini birincidən mən soxum da. Dedi ki, yaxşı vur. Dedim, mən sənin qadanam. 74-dür, neçənci dəqiqədir. Petardalar gözləyir 75-dən. Niyə gelməsin? 75? Nefsin 75 illiydi. 75-ci dəqiqədə gözləyirlər ki, fanatlar partlatsın. Onda Ultra Nefsi, onun əzizliyi, Forza Nefsi zat onda hamı bir yerdəydi. Sonra araları nəsə dəydirər indi şeylə. Flagman nə qədər var? Hamısı canciyərlər idi, Allah'ın da olsun. Sən o topa gəldin, Alek. 74 dəm neçənci dəqiqə gedir, 75. Gəldim gör ki, topu mən üstündən tullanacam. Dedi, gəldim sağ ayaqla Stenkan böründən. Bom, qoydum Stenkan üstünə, getdi, girdi 2-1. Oradan flagman boleşlər. Yaşadı ya o qolu təzdə. Sən elində kimi YouTube'da da var, gözümün qabağına gəldi. Məsələn, sən neçənci il 2010, 2010 ya 15 il bundan qabaq. Abışov damla nətər qaçır. Dala belə baxıram ki, dalımca Ruslan nətər qaçır, sata bilmir. Rəşad oradan dartışdırır, bu buradan. 2-1. Ali, Qur'anam da olsun. Hansın il? Petardalar zadlar, var şeydə. Vururam sağdan sən gedir, girir qapıya. 2-1 aparırıq. Ruslan Əmircanın yeganə qolu yaz. Yeganə qolu nədir? Ruslan Əmircanov. Deməli, Ruslan... 2 dənə cərimə zərbəsi. Saram qaçdılar, çatdılar. 2-1, xal fərqimiz 1 xal idi Interlə. Vurdum, 2-1 utduq, xal fərqi oldu 4. Inter məğlub elədik, hansı ki dalımızdan deyil. Budur, Rusi. Cərimə zərbəsi, budur. O, bilmirəm, Ruslan Əmircanov, Inter Azal.
Ha yox, bu azaldı oynayanda Inter Inter azal azaldı. nədir bu? Odur. Əmircanov 18. Amran Yox, mənə deyir. odur. Free kick. O Bakıya Odur. vurur. Lənkərandır. O Bakıya vururam burada. Bir dəqiqə onu şurada. tapacam bir dəqiqə deyəm. Yoxdur YouTube-da o. Var. Nə yazım? Var. Ruslan Əmircanov. Ruslan 2010. Ruslan Əmircanov. Valla Cavid İmam Ruslan verdi. Əmircanovun Moskva vaxtları. Valla Salih. 2010. O vaxt rəhmətli böyük 2010 müəllimdir məktəbimiz Allah Neftçidə. rəhmət eləsin. Las. Allah rəhmət. Ağam onu fırla bəri tərəfə. Bayaqdan Alik çək. Mən danışıram Alik çəksən. O 9 dəqiqəliyə qoy. Budur. Ona qoy. Alik işte. Alikə baxmalıdır hamı. Qollara belə fırla. Mənə göstərim görüm. Biraz da ver. Hı. Asist. Bu heç. Hər halda qol olardı da birincidə. Qollar sonra gəlir. Bu başqa oyundur. Inter Kəpəz Bu bu başqa asistlərdir, bu oyundur. qoldur. Azal Sumqayıt bu Straflardan özü başqadır. qollarım. Sumqayıt, Azal, Neftçi Azal. Ver. Sumqayıt Azal, Kəpəz Azal. Hoppa, Opa, bu da həmin oyundur, Bakı həmin Neftçi oyundur. Yox, bu da Interdir. Biraz da dala ver görüm Budur, bunu budur, şey budur. ver görüm dala. Sən o strafdan vurduğun qollardan De, var budur. Ali. Yox, budur. Ali, eşidirsən? Bax, strafdan vurduğun qollarda qapıçılar tullanmırdı da qaqam. Elə qaqam pet at. Zapadlı saydı. Yox, Bu da bu oyunu da. Al hadi. dur baxın. Vay, qəşəng. Bana bax. Tam göstərmən amma. Gördük Pis də. çəkib də. Kameraman. Oba. Devamlı Deniz Saplabilə çəkildilər. Rahat soxdur. Buradan qaçıram belə. Qəşəng. Bana bax, bu necədir gör. Bu da ejdaha. Arada belə... Vuran olmusan ha Abışıq qardaşım. olar, davam bir qaçır. Bakıya vurmuşdum. Üstün olur. 3 dənə Ha, rılar. o Ruslan düşüb dalınca qaçır. Arakanı qaqam sən 2-1. Ha. Nefsi 75-ci dəqiqədə sırazıq sevindik, bir də gördük bum stadion dağılır. Yandı. O İtaliyada zotda petardalar zotlar. Ha bir dənə atırıqda şov. Oyun gedə-gedədən partlayır. Hakim zot belə baxdı. Oyunu saxlamaq istəyirdi ki, bu nə tüstü bütün oradan Heydər Əliyev prospektinə tüstü çıxdı. Başa düşdün? Dam dağılır. Nefsi abi. Baksel Arena'da. Yox, Interdə Şafan Polyasında elə. Ha biz Aa, hardan hara şaka. gəldi? Yuri Matias'ın o penaltı. Amma sən bir dənə söz deyim. Deməyim Ruslan, nədir? mən səni Belə moment olanda əvvəlcədən momentləri təyin Mən sən- edirlər. gözəl başa düşürəm. Amma sən gəlib mənə deyə bilərsən ki, mən istəyirəm, mənim arzum budur. Mənim bir dənə belə variantım var. Mən bunu olarmı belə eləyim? Bəs mən onu məşqçinin icazəsi olmadan, hansın ki penaltini deyib Ruslan sən vuracaqsan. Mən oyunun hesabı məsələn 0-0 idi. Neçənci dəqiqə idi Matias vuranda? 0-0 idi. 0-1 idi. 0-1 uduzurdular. Uzurlar, Və o momenti təsəvvürlə mən deyirəm ki, hə, o oğlu uşağı Allah kömək olsun. Xəstədir. Gəldi yalvardı ki, olarmı mən qol vurum, uşağıma həsr eləyim. Mən öz başıma onu sənə versəm və sən o qolu vura bilməsən, sən və yaxud da Alex İsmail Yenə də vura normal bilmədin, qarşılanır. normal qarşılamır. Hı. Məşqçi məni cəzalandıracaq ki, mən sənə demişəm. Sənə kim deyir icazə verir ki, Məşqçi sən ver. cəzalandıracaq başqa, amma Məşqçi futbolçu məni cəzalandıracaq. digər futbolçu hardasa anlayışla qarşılaya bilər də. Mən deyəcəm ki, isə okey qaqam. Can sağ olsun da vura bilmir. Vuranmadı okey. Amma bəs komandanın sən nizam intizamını pozursan axı. Ay, Sənə demişəm budur. Mən də onu Sən dedim. vursan qol olacaq. Uduzmayacaq. Bu elə bir şeydir ki, bu klub daxilində, klubun mətbəxində həll olmalıdır. Hamısı olur. Geyimə Danışılır. otağında həll olmalıdır ki, oyuna çıxanda cəmaət görməsin. Neftçi futbolçuları tartışırsınız, bəli. penalti vurmaq üçün dartışırlar, yenə qırışırlar. Amma Təzəlik olub da Emin Şeydayev hə. məsələsi. Amma Neftçini təbrik eləmək lazımdır. Mən çox istərdim Neftçini Nəyə görə təbrik təbrik? eləyim. Yaxşı Çox oyun gözəl baxdı. promo çəkmişdilər. Nəhayət mən Neftçidən istədiyim promonu gördüm. Yəni Qəşəng, təbii ki vallahi. pik deyil idi, amma nəzərə alsaq bu qoy işığı söndürümləri başlayırlar, zadı nəzərə Sabah alsaq olmayacaq. sabah olmayacaq, hə. Yəni çox gözəl Promo promo. şəkildə də Elvin Camalov idi ya. Hə, bunu davam eləyin, xahiş edirəm, amma belə davam eləyin. Çünki biz Neftçiyə flaqman deyirik, xalqın komandası deyiriksə, bunun nəinki oyunu komandası, bunun promoları da, videoları da, marketinqi da xalqın komandasına uyğun olmalıdır. Şafrankon vurduğu qol Sabaha qələbə qazandırdı, amma Berezutski o qədər əsəbi idi ki, yardımçıları ilə birlikdə mətbuat konfransında çox oturmadı. Hakimlərdən də Bir cümlə dedi, eləndi. durdu, çıxdı, getdi. Hətta jurnalistlərə hörmətsizlik kimi də
qələmə verildi. Söhbət nə idi? Son dəqiqələrdə Jolens Mikkelsə qarşı Yuri Matias cərimə meydançası daxilində kobud oynadı. Özü də açıq şəkildə kobud oynadı. Bütün şəkillər də paylaşılıb. Mikkelsin ayağının vəziyyəti, soxalı, şişir nə boyda. Kəsilmişdi də, yəni qanamışdı. Açıq-aşkar tapdalama var idi orada. Tərtəmiz penalti idi. Yəni düzə-düz, əyriyə-əyri biz deməliyik. De Blackadder həmin epizodla bağlı fikrini bildirərkən vurğuladı ki, biz VAR-ın müdaxiləsini gözləyirdik. Amma Əliyar Ağayevi çağırmadılar. VAR-da kim əyləşmişdi? Rauf Allahverdiyev. Hətta köhnə Hakimlər Komitəsinin rəhbəri, təcrübəli mütəxəssislərimizdən Xəqani Məmmədovun da müsahibəsi var idi ki, şiddətli şəkildə qınayıb Hakimlər Komitəsini ki, Araz-Naxçıvan Qarabağ maçında tamam gənc bir hakimi qoyublar VAR-a. Neftçi Sabah görüşündə də Rauf Allahverdiyevi qoyublar VAR-a. Halbuki FIFA hakimlərimiz ola-ola, VAR-dan başı çıxan, qaydalardan daha yaxşı başı çıxan referlər qala-qala o gəncləri, o uşaqları belə deyək də, sözündən belə çıxır ki, bəs o gənclər harda öyrənməlidir? Yəni belə vacib oyunda da yaxşı, bax, VAR nə üçündür? Baxıb çağırsın hakimi. Tərtəmiz orada bizim şatlığa deyil yeri. Qardaşım epizodu görmüsən? Görmüşəm epizodu. Olur da ayağı qopub çıxmış. Qardaş, bunlar mütəmadi olaraq hər oyunda 2 dənə, 3 dənə belə aşıbqa olsaydı, mən deyərdim ki, düz deyirsiniz, hakimlər belədir. Yəni əlindən gələni edirlər hakimlərimiz. Olur da aşıbqa olur da. Onlar da insandır. Bax, elə bir səhvdir ki, yəni qəbul elədilər də soramda. gəlin məntiqi bir yanaşma eləyim. Demirlər ki, kubok maçıdır qardaşlar, kubok maçıdır. Bəli, mən səninlə tamamilə razıyam. Çempionat oyunu olsaydı, onsuz da Sabah qalib gəlib. Heç Sabahın məşqçilərinin və rəhbərliyinin vecinə də olmayacaqdı o epizod. Danışılacaqdılar, Amma yekunda 3 xalı qoparır da bu komanda, düzdür? Çempionatda qalib gəlir. Amma bu kubokdur. Hələ məsələ həll olunmayıb. Bəli. Yəni qolun müqəddəratını həll eləyən, cütlüyün taleyini həll eləyən mərhələ deyil. 2-1 hesabı ilə Sabah qalib gəlib. Bəlkə 3-1 olacaqdı, Neftçi heç bunun əvəzini çıxa bilməyəcəkdi. Mən Neftçi azarkeşiyəm, qardaş, mən Neftçinin finala çıxmasını istəyirəm. Amma ədalətlə, haqqa və düzünə danışırıqsa, burada Sabahın haqqı yeyildi, tərtəmiz yeyildi. Yəni tərtəmiz penalti idi, sarı vərəqə verilməli idi. Mən demək istəyirəm ki, qardaşım, mən inanmıram ki, orada bilsən, ya bilərək şəxsi qərəzlik olub, ya da tapşırıq olub, ya da adam... Mən də demirəm. Hə, olub. İnşallah bundan sonra olmaz. Yenə deyirəm, 2 oyundan 1 olsa ya da hər oyun olsa belə şey. Birinci mən burada saçlarımı yolmağa başlayaram ki, yenə də Yuri Matias gəldi, hadisələrin mərkəzində oldu. Qardaş, bu Yuri Matias birə-bir duellərdə müdafiəçi deyil. Birə-bir duellərdə müdafiəçi deyil. Qarabağla oyunda da penaltiyə səbəb oldu. Qarabağla oyunda da kobud səhvlər etdi. Baxmayaraq ki, Sabahla oyunun bəlkə də ən yaxşılarından biri idi ya Yuri Matias. Bir başla zərbəsindən sonra top qapı tirinə dəydi. Birində top qapının azacıq üstündən keçdi. Çox canfəşanlıq eləyirdi. Bərabərlik qolunu vurdu, amma... Onda da canfəşanlığı da hansı ki, Zəfər Quliyevdəki qaqamız hansı ki, qırmızı canfəşanlıq edir, can qoyur, ürək qoyur. Axırda gəlir 2 dənə sarı alır. Bunda elə bil o qırmızı alır. Bunda yazıqın da bədbaxtın, yəni ki, elə bil bütün hər şeydə o qol momentlərində bunun başında. Berezutski də deyib ki, biz 11 nəfərə qarşı deyil, 3 nəfər də hakimə qarşı oynayırdıq. Nəsə, Elvin Camalova da nəsə yazmışdı Berezutski. Ha, deyir Elvin Camalov da qeyri-profesional davranıb. Nə epizod olub orada, nəyə görə deyir ki? Mən də bilmədim, yəni Elvin Camalov orada heç nə eləməyib. Onu oxudum mən də. Oyunun gedişatında da Elvin Camalov hansısa bir, yəni rəqibi özündən çıxaracaq bir hərəkətlər, jestlər eləməmişdi. Bir saniyə, Elvin Camalov hardan gəlib? Sabahdan gəlib. Sabahdan. Təbii ki. Yox. Necə gəlib? Neftçinin... Sənə bir söz deyim. Elvin Camalov Sabahdan Neftçiyə gələndə heç bəlkə də Berezutski onu tanımırdı. Berezutski bəlkə gəlməmişdi. Onu demək istəyirəm də. Təzə gəlmişdi. Neftçinin baş məşqçisi ilə 2 dənə köməkçisi gecə yarısı gediblər Sabahın bazasından Meşokun içinə atıblar, Elvini gətiriblər. Hələ şey ola bilər. Yox. Sizə müraciət ediblər, deyiblər satırsınız, deyiblər həri. Yəni alıblar da, halallıqla da. Nəsə eləyib, düşünürlər. Bu oyunda nəsə deyib, ya eləyib. Onun müsahibəsində oxuyuram ki, yox, onu demək istəmirəm. Bir saniyə. Yəni bu oyunçunu vermisiniz. Bəli. Vermisinizsə, qardaşım, bu oyunçudan sizə qarşı nə gözləyirsiniz?
Yəni bu artıq Neftçinin oyunçusudur. Siz dəyər verməmisiniz, Neftçi dəyər verir. Hörmət, nə hörməti? Yaxınlaşıb cibinə pul basmalıdır onu. Yox da, məsələn keçmiş zamanlarda Mən bilmirəm. Bəlkə yaxınlaşıb belə şeylər eləyib. Hə, onda sözüm yox. Söhbət ondan gedir, o şeyləri eləməz. İndi Mən də onu bilmirik nə bilmirəm. baş verib. Adətən hansısa bir futbolçu başqa komandadan gedəndə Əziz dostlar, xahiş edirəm sizdən artıq dərəcədə. Bəlkə biz görməmişik, bəlkə siz tutmusunuz o momenti. Bu Elvin Camalov neyniyib ki, Berezovski bu sözü ona deyib. Zəhmət olmasa kommentlərdə yazın. O uşağı mən tanıyıram, belə uşaq kimi də yəni. Bir yerdə oynamışam və Berezovski-lə də oynamışam bir yerdə. Berezovski səndən yaşlı, 14 yaş səndən kiçi deyə Hərə 14 yaş. 2014-də oynayırdı Ozbornda. Berezovski. 2014-də də mən Bertizbornu Rusiyaya qarşı Ximki stadionunda oynamışam da Berezovski ilə üzbəüz. Nə var ki burada? Hansı biri ilə? Bilmirəm, Aleksey idi yoxsa birisi qardaş idi. Fərqi nədir? İkiz deyirlər. İkisindən biri oynayıb da hansısa. Hə. İkisi də bir qarından çıxmayıb qardaş. İkisi də bir anadan əmələ gəlib. Da Berezovski hansıdır? Dədərini bir atadan da gəlib. Vovadır, Vladimir'də hansı olur Onların olsun. nənələr də eyni olur. Deməyim nədir? Komandadan ümumiyyətlə hansısa futbolçu gedirsə, sən bilmirəm bir şey vermirsən yoxsa yox. Köhnə komandasına qarşı və yaxud da nəsə qol vuranda Normalda eləməməli. Eləməməli. o epizodda göründü nə tər cırnadıblarsa Elvini və yaxud da nədənsə incimişdi və yaxud da nədəndirsə ola bilər nəsə bir jest eləsin. Pa futbol nəsə. Mən görməmişəm. Yox, Elvin neyniyib orada? Elvin qol vurmayıb Mən axı. dünən oxudum ki, elə bir müsahibəsində ki onun acıqlı olmağı Şikarlıq eləyib. ona görə acıqlanıb ki bu nəsə deyib ki Elvin qeyri-peşəkar hərəkət elədi orada. İndi ola bilər açıqlanmadı. Elə bu gün Mübariz Orucova da sual verildi mətbuat konfransında. Aha. Şamaxı Neftçi oyunundan sonraki Vasil Berezovski belə demişdi. Ay sağ ol. Sizin münasibətiniz o da deyib mən görməmişəm Elvin Camalov nə edib, nə eləməyib və nəyi nəzərdə tutur deyə bilmərəm. Çünki Elvin hesab vaxt nəsə elə provosirovat eləyən və yaxud da onun o xarakteri mən Qəbələdə oynamışam da o uşaq mərifətli, mədəni nəsə belə bir qeyri-adi bir şey eləsin, yəni elə bir şeyini görməmişəm. Deyəndə ki, bu beləsini o məntiqlə, mənə də maraqlı. o məntiqlə ən çox, yəni izləməli olduğumuz futbolçu Qara Qarayevdir. Məntiqlə, düzdür? Neftçiyə gəldi. Halbuki o da Neftçidən Araz Naxçıvan. Bir dənə də lişni Araz Neftçi maçlarında ən çox Qara Qarayevi biz izləməliyik ki, görək bu futbolçu nə edəcək. Amma yox, necə Neftçidən Qarabağ, Neftçi ilə Qarabağ qarşı oynayanda Qara heç nə eləmədi. O söhbət düşdü ya. O bir qrup azarkeşlə idi, sonra həll olundu. Yəni Elvin Camalov qalmaqalla ayrılmayıb da sabahdan onu. Yəni burada şey yoxdur. Mən bu təsir eləyən nəsə bilirsə desin bilək də bizdə. Mənə təsir eləyən odur ki, biz kuboka 1 saat, 2 oyuna 1 saat vaxt ayırdıq. Bizim 5 dənə çempionat oyunumuz. Keçək. Bu birinci oyunlardan sonra yenə də yekun qərardır da hər halda. Yenə də öz fikrinizdə qalırsınız. Sən Araz Naxçıvan sabah finalı. Sən məndə biraz dəyişib. Mən sözünüzü Araz Naxçıvanla Borussia Dortmund finalda görürəm. Əlbəttə eyni qalır. Mən də yenə öz fikrimdə qalıram. Neftçi Qarabağ finalını gözləyirəm. İnşallah sağlıq olsun. Eləyəcək cavab oyununda qələbədən başqa variantı yoxdur. Peki olsun. Mənim istəyimdən asılıdırsa, mən çox istəyərdim finalda Neftçi Araz Naxçıvan oynasın. Çox istəyirəm. Niyə görə? Mənim üzüm güləndə, sən üzün güləndə o balaca uşağın da üzü gülməlidir. Cavan oğlanın üzü gülməlidir. Amma reallıqdan danışırıq. Keçirik Azərbaycan çempionatına. 29-cu oyun günündə maraqlı nəticələr qeydə alındı. Əlbəttə ki, mərkəzi oyun Qarabağ Zirə görüşü idi ki, bu maçın taleyini bir qol həll elədi. Həmin qolda Kadi Borqaş cərmə zərbəsindən vurdu. Baxımlı qol 15-ci dəqiqə. Hətta Zirə son saniyələrdə məğlubiyyətdən xilas da ola bilərdi. Qismət Aliyev 11 metrlik zərbəni qola çevirə bilmədi. Qapı dirəyindən qayıtdı top və elə o zərbədən sonra final fiti səsləndi. Maraqlı bir görüntü formalaşmışdı ki, həmin o penalti zərbəsini Rəşad Sadıqov Zirənin baş məşqçisi və Qurban Qurbanov yanaşı qucaqlaşaraq. Elçin də yanlarında idi. Elçin Rəhmanov da yanlarında idi. Yəni bu cür maraqlı, mehriban şəkildə izlədilər və elə uğursuzluğa rəğmən yenə də qucaqlaşdılar, görüşdülər, bir-birlərini təbrik elədilər. Həqiqətən də Zirə məğlubiyyətə layiq oyun nümayiş etdirmədi. Hətta bunu Rəşad Sadıqov da bildirdi ki, biz son illərdə Qarabağa qarşı oyunlarımızı təhlil edəndə, müqayisə eləyəndə bu cür Qarabağa qarşı yaxşı oynamamışdıq. Çünki müdafiədə etibarlı oynayırdıq, rəqibə şans vermirdik. Amma
məğlubiyyətə də layiq deyildik. Doğrudan da Zirə bu oyunda məğlubiyyətə layiq deyildi. Buna rəğmən vacib 3 xalı qazandı Qurban Qurbanovun komandası. Kadi Borgeş amili yenə də ortaya çıxdı. 5-ci qolu vurdu Kadi gələndən. Borgeş bəli gələnlərin məhsuldarlığı ilə göz oxşuyur. Hətta cərimə zərbəsindən qoluna da belə münasibət bildirib ki, mən məşqlərdə cərimə zərbələri üzərində çox işləyirəm, çox çalışıram. Bu da təbii ki, Onun professionallığından nəticəsi gedir. Oyunda olur. Bir sən nətərdir İsmail? Sən məşqdə ola bilər ki, çalan işləyəsən, tap batara vurasan, Alınmaya 30 dənə, 50 dənə vurasan, 50 dənə topdan vurduğun özlərində tutaq ki, 20-si getsin, girsin qapıya qol olsun. Amma oyunda həmin o vurduğun zərbə sən hesaba baxmayaraq, ya hesabda geridəsən və yaxud da nəsən, sənin üstündə elə təzyiq olur ki, və sən gör nə dərəcədə professional olmalısan və nə dərəcədə sən öz ayağına güvənib, o ayaq biləyində topun harasından vurasan, topu nə qədər hiss eləməlisən sən, nə cür gücdə vurunmanı, topu şiddətdə ki, top nə göyə getməsin. Ya vurduğum həmin o stenkanın üstündən, o divarın üstündən keçirdim və bilicini yaxın küncə vurum ki, qapçı ora çatmasın. Yaxın küncə vurum, uzaq küncə vurum. Bir sən nə qədər xırda detallar var. Mən də vururdum da. Mənim də cərimə zərbəsindən karyeram boyu 11 deyə 12 dənə cərimə zərbəsindən qollarım var. Hamısını baxırdım, görüm qapçı harda durub, necə durub. Stenkanın böyründən vurum, üstündən vurum. Orada vuran momentində məncə o həmin o divar ki qoymuşdu, 3 Düz vurulmamışdı. Elə bir biraz aşağı səviyyədə gedir və yaxud da o stenkada duranlarmı düzgün tullanmır bu nədirsə. Çünki top qapıya girəndən sonra da qapçı biraz geç tullanır topa, bildin necə? O necə ki gözləyirsən mən o divarı qururam və oradan o gələn topu mən gözləyirəm ki bu səviyyədə vursa aşağı səviyyədə dəyəsidir məsələn o stenkaya. Orada nəsə stenka deyəsən biraz aralanırmı? Qurulmağına görə yox. Məsafəsini o sona qədər düzgün davranmadılar. Konkret bir şey necə? Orada üzünü tutursan və yaxud da necə durursan belə dayanırsan. Və zərbəni də topu da izləyirsən axıra kimi. Axıra qədər para vurulur, onu uyğun zamanlama ilə düzgün tullanırsan, topa orada bir balaca belə kimsə böyrə çəkildi və yaxud da Ronaldo orada bir ara yadında Realda balaca bir dənə deşik olurdu, elə oradan vururdu, tapırdı. Və yaxud Stenkadakı futbolçular tullanır, yerlə vururdu. Aysa, ona görə indi birini uzandırırlar. Stenkada Allah. Yəni doğrudan da cərimə zərbəsini yaxşı vurdu. Qapçı hardasa indi Blejni uğula vurdu da, doğrudan da yaxşı vurdu. Hardasa orada qapçıya nəsə bir söz deyə bilmirsən. Qapçıya bir sən nə vaxt pretenziya bildirə bilərsən, sənin cərimə zərbəsi olur və cərimə zərbəsindən sən oyunu oxuyursan, elə bil hiss edirsən ki, üstündən vuracaq. Vurmamışdan qabaq əvvəlcədən bir addım qoyursan, bir yana bütün besindən, çəki ilə elə bil köklənirsən ora ki, ora vuracaq. Sənin küncüvə vuranda o buna çatmayanda, onda qapçıya deyirlər ki, ha qaqaş, Stenkanın üstündən vurur, sən öz tərəfini bağla, Stenkanın üstündən əgər qol gəlsə, sən heç kim deyəsi deyəcəklər, ala zərbə idi. Ona görə də burada qapçılıq nəsə bir şey eləmək ki... Bu oyun Leandro Andrade və Zubir üçün əlamətlər idi. Zubir 300-cü, Andrade 100-cü oyununa çıxmışdı. Tahir Gözəl Zubiri də mükafatlandırdı oyundan öncə. Rəşad Sadıqov deyir ki, biz hələ Avrokuboklara vəsiqəni təmin eləməmişik, baxmayaraq ki, ikinci pillədəyik. Sual verildi ki, Avrokuboklar üçün heyətiniz yetərlidirmi? Deyib, hələ biz çempionata köklənmişik, Avrokuboklar haqqında düşünmürük, hələ vəsiqəni tam olaraq təmin eləməmişik. Tərtəmiz. Niyə sabah Rəşad müəllim qabaqcadan nəsə demiş? Bəli. Həmişə olduğu Sən üçün. deyəcəyim. Oyun da oradan da maraqlı keçdi. Əlbəttə, Qismət Aliyevin 96 idi, 97-ci dəqiqədə vurduğu 11 metrə. Orada kimi tərifləmək və kimi də anlamaq olar. Orada DS-də də anlamaq olmur. Onların penaltisti ilə qismətdir. Əslində pis vurmamışdı. Özdə elə epizodlarda, elə momentlərdə Avroliqanın oyunlarında yəni adam götürüb özlərinə yəni penalı vurur, ştatlı penaltistidir komandanın. Bəli. 96-cı dəqiqədə də sən hesabda geridəsən. Rəşad Sadıqov da dedi ki, yəni ulduzlar belə penaltini boşa verirlər. Və yaxşı da bir məsələ üzərində söhbət getdi mətbuat konfransında ki, deyir şəxsən penaltilər üzərində biz yəni mən hazırlaşmağı düzgün məqbul saymıram. Çünki məşqlərdə 10 penalti vururdum. Deyir, 10-unu da deyir. Bəli. Nəyə görə deyir elə vururdum? Çünki sən məşqdəsən. Sən üstündə həyəcan yox, gərginlik yox, rahat vururam, amma oyuna çıxıram. Elə 96-cı dəqiqədir və Qismət Aliyev kimi təcrübəli futbolçu da belə o gərginlik, həyəcan olacaq. Əlbəttə ki, o təzyiq də var, vuracaq, vurmayanda da əsas məsələ o bu dəqiqə odur ki, Qismət də Qaçan penalti deyəndə Roberto Baggio ağla gəlir də. Yəni Baggio İtaliya futbolunun ikonasıdır, əfsanəsidir. Roberto Baggio'nun o 11 metrəni vurmamağından ən çox faydalanan kim oldu Braziliyadan? Savay.
Baresi. Çünki Baresi də vurmamışdı. Heç kim Baresinin yadına salmır. Hamı deyir Roberto Baggio. Hələ də demirlər ki, danışmırlar ki, Roberto Baggio o penaltini qola çevirsəydi belə İtalyanların çempionluq şansı yox idi. Çünki hələ Baresi vurmamışdı. Yox, Braziliyalıların bir dənə penaltisi qalırdı. Yəni onu vurub onu seçirdi. Ümumiyyətlə Roberto Baggio olmasaydı İtaliya o finalı oynamayacaqdı. Çünki yarım finalla 4-1-də Roberto Baggio Nigeriyanı birinci məğlub etdilər. Sonra yadımda doğruca kimi Roberto Baggio'nun qolları ilə. Amma bu 11 metrədən bu vura bilməməklə 86-cı il möhtəşəm oyun Fransa-Braziliya 11 metrələrə gəldi də o oyun. Platini vura bilmədi o vaxtı. Özə topa necə yaxınlaşdı, indi kim yadımdadır. Yaxınlaşdı, topu öpdü belə, qoydu, bütün stadion Platini qışqırır. Gəldi, zuppuldatdı şeyə, prямо pataloka. Səbail Turan maçında qapılara qol vurulmadı. Səbail çox vacib bir xalı qazandı, amma Turan Tovuz 2 xal itirdi. Çox vacib 2 xal itirdi. Çox vacib 2 xal itirdi. Nə qismətə söz deyə bilərəm Buyur, təbii ki. Bəli. Həmin bu epizoddan sonra 100%, yəni o elə bir futbolçudur ki, tam məsuliyyətli, özdə Mingəçeveri balasıdır. Mənim ziyomamdır da o. Mən onun xətrini çox istəyirəm. Çox mərifətli olandı. Özdə 100% qol vura bilməyəndən sonra da şübhəmiz yoxdur ümumiyyətlə. Psixoloji cəhətdən adam düşür ki, sən komandaya bir xal gətirə bilərdin. Yəni indiki bu vəziyyətdə təki həvəsdən, ruhdan düşməsin. Elə eyni davam eləsin. Müəllim özü də yəni sinəsini qabağa verdi futbolçuların da. Yəni həmişəki kimi Rəşad müəllim elə onda o xüsusiyyəti oynayanda da indi məşqçi kimi də onda şey var. Heç vaxt hansısa bir futbolçunun üstünə sən niyə vura bilmədin? Vursaydın bəlkə də belə olardı. Heç vaxt yəni o şey eləmir. Həmişə futbolçunun tərəfini saxlayır. Bəzi məşqçilər kimi şey eləmir. Ona görə möhkəm ol qardaş, bərk ol, ebi yox, ham olur. Görün kimlərin adını çəkdik, vura bilmədi. İnşallah Cənabın oynar. Sən də onların zirvələrinə çıxarsan. Rəşad Sadıqovun bir momenti var, onu biz açıqlamamışıq. Rəşad Sadıqov, əziz dostlar, yadınızdadırsa, Kocaeli Spora bir ara transfer olmuşdu. Nə qədər oynadı orada? Yarım sezon. Terminator ləqəbini almışdı. Terminator ləqəbini almışdı, bəli. Yarım sezon oynadı Kocaeli Sporda. Bir ay təxminən bundan qabaq, bəlkə az, bəlkə çox, dəqiq yadımda deyil. Kocaeli Spor şey elədi, simvolik yığmanın elədi. Yəni Kocaeli Sporda oynayan legionerlər, yəni tarixi boyu. Və Rəşad Sadıqov orada idi. Yarım sezon oynaya Kocaeli Sporun tarixi simvolik komandasına şey olmuşdu. Legionerlər alar. Qurban Berdiyev deyir, komandada rəqabət yüksəkdir. Bu bizim üçün 2 xal itkisi deməkdir. Bir neçə futbolçu ilə bağlı sual veriblər Qurban Berdiyevə mətbuat konfransında. Məsələn, hansı futbolçular? Veysel Rızayev məsələsi. Veysel Rızayev oyundan sonra yəni idmançıya yaraşmayan hərəkətlə diqqət mərkəzinə. Orada bilmirik nə deyirlər orada. Yox, nə deyirlər? Lap söysünlər sən professional futbolçusan. Yəni razıyam, amma futbolçu professionaldır, o qədər söyüş eşidir. Hakim professionaldır, o qədər söyüş eşidir ki, onda gəlib bir bütün azarkeşlə ağız-ağıza verib onunla İslam söhbətləri yadına düşür. Veysel Rızayev qalxır tribunaya, orada məlli başdı. Yəni o nəyə lazım idi, kimə lazım idi? Klub tərəfindən də bəyanat açıqlanıb ki, bu futbolçuya yaraşmayan bir hərəkətdir. Hər halda bunun yəqin ki, cəzası veriləcək Veysel Rızayevə. Yəni o elə bir epizoddur ki, İsmail, orada sən oyun boyu oynayarsan, səni nəsə tənqid edə bilərlər. Yəni niyə oynamırsınız, niyə uduzursunuz və yaxud da nəsə. O başqa şey. Burada ağır söyüş olur. Oradan tribunadan yaqın ilə nəsə bir pis söz deyib ki, ola bilər adamın yaralı yerindən vurublar. Özündən çıxıb sən daha futbol karyeranı səni qovacaqlar, sən nə edəcəksən? O adam öz yəni şəxsiyyətini qoruyur orada. Gedir həmin adam kimdirsə söyən orada və yaxud da nə edən bilmirik nə baş verib. Qardaşım, orada gedir. Uzağa getməyir. Erik Cantona yadınızdadır. Çıxıb bu Baleşka sifətinə təpik vurdu yuxarıdan tribunadan. Cantona kimi, yəni peşəkar, təbii ki, bizimkiləri demirəm, bizimkilər ondan zəifdir. Yəni Erik Cantona o qədər yüksək səviyyədə oynayıb, plus o qədər maaşı olub ki, o maaşa çox şeyə fikir vermirsən. Bəli. Amma təsəvvür elə nə söz deyiblər ki, onu təpiklə adamın sifətinə vurmuşdu. Balet eləyənlər də, fanatlar da sən komanda və əgər istəyirsənsə, nəsə deyə bilərsən, özünə nəsə deyə bilərsən, nə bilim nəsə bir elə bir söz deyə, tənqid elə bir, amma bəlkə nəsə başqa yaxın, doğma, nə bilim nə. Ümumiyyətlə qardaşlarım, əziz dostlar, mənim ələxüsusən kiçik qardaşlarıma üst demək istəyirəm ki, mənim aləmimdə inanıram ki, bir çox adam mənə qatılar bu sözümdə. Ümumiyyətlə
kiminsə yaxınlarını, valideynlərini söymək, yəni kişiyə yaraşmaz. Acizlikdir. Özdə hələ söyürsən ki, sən bilirsən ki, bu adam sənə cavab verə bilməz. Heç vaxt bunu başa düşməmişəm futbolda. Olub da futbolda misal üçün də vurmayıb, 11 metrəni vurmayıb ya da 100% momentdən istifadə eləyə bilməyib. Çolaq deyərsən, yetim deyərsən, bilməm nə deyərsən, qoyun deyərsən. Yoxsa adamın bilməm anası belə oldu, arvadı belə getdi, bacısı belə getdi. Bütün qovma əqrəbəsinin üstündən keçmək düzgün deyil. Yəni bu biz hansısa bir insanın haqqına girmiş oluruq. Yəni ona görə çox xahiş eləyərdim ki, yəni belə şeylərdə diqqətli olaq. Necə ki, yəni sabah necə biz istəmərik ki, biz hardasa tutalım da maşın sürəndə nəsə manevr elədin, fikir vermədin, sənin dalınca niyə görə kimsə istəyər onu söysünlər. Futbolçu da elədir. Yəni onlar da sən nə dalik? Həmin o söhbətdə sən lap tutaq ki, kim ki oradan söyür, o həmin o söyənin sifətini belə görürsən, bilirsən ki, budur da. Hə də neyini oyun qutarandan sonra da təzən gedib tapırsan. O qədər olub bizim çempion. Yox, deyir məndə öyle idi. Yox, deyir ay qazanalım, bağışla, nə bilim, qələt elədim. Bilməm nə elədim. Bax orada dediyin nədir? O şeydən sonra həmin bu söhbət şişəndən sonra sən gedib otursan ki, qardaş bax sən nə eləmişsən? Tutaq ki da niyə söyürsən? Pis yerdən niyə söyürsən? Başını sağa aşağı ki, bağışla qələt elədim. Bax söydüyün nədir, sonra da üzr istəməyin nədir? Bu gün rastlaşdığım söhbət bir dostum çox məşhur adamdır, bir post paylaşdı Instagramda. Cəmaət yazırdı fikrini, bir nəfər orada söyüşlə söyüşlə yəni çox pis təhqirlə getdi. Tənqid getmir, təhqirlə. Bu dostum da eləmədi tənbəllik. Tapdı o adamı. Tapdı adamı zəng elədi. Adam 15 dəfə özə qromki sifəzə qoyub mənim yanımda. Yox, mənim sizə o qədər bunu eləyən, deyənsənsə, deyəcəksənsə, nə şey deyirsən? Ümumiyyətlə, öz doğmalarına, ailəsinə, yaxınlarına hörmət eləyən. Qardaşlar, buna gəlin biraz diqqətli olun. Mən misal üçün, Türk futbolunun neyi xoşuma gəlmir, nə qədər də azarkeşi olsam Türk futbolunun, oyun başlayan saniyədən sonuna qədər Galatasaray Fənərin var yoxunu söyür. Fənər Galatasarayın anası söyür. Beşiktaş Fənərin bacısını söyür. Trabzon Galatasarayın nəsini söyür. Yəni bu söyüşlər, yəni bilmirəm valla. Yəni Elvi Məmmədov deyir ki, biz çempionatın ən təcrübəli məşqçisinə qarşı oynayırdıq. Qurbanverdiyeviç çempionatın ən təcrübəli məşqçisi hesab eləyir. Yaşına görə hər halda. Və bir xalı qələbəyə bərabər hesab eləyir. Jurnalistlərdən biri sual verib ki, siz hər oyuna bir xal üçün çıxırsınız. Yəni qələbə üçün nə vaxt çıxacaqsınız? Maraqlı, yaxşı cavab verib ki, o sizə elə gəlir biz oyuna bir xal üçün çıxırıq. Biz də Turan Tovuzla oyuna 3 xal üçün çıxmışdıq. Çünki hazırda bəlkə də ən çox 3 xal Səbahilə lazımdır. Nəinki Turan Tovuza və digərlərinə. Düzdürmü? Çempionatda qalmaq üçün. Yox, Turan Avropaya düşmək üçün ona ehtiyac var. Avropaya düşməsə dünya dağılmayacaq. Amma Səbail düşsə birinci liqaya, bu klub üçün maliyyə baxımından, büdcə baxımından, futbolçuların transferi baxımından dünyanın sonu olmasa da ona yaxın bir faciə. Qardaş, Səbaildə kimin üçün? Ancaq futbolçular üçün də. Çünki Səbailin rəhbərliyi bizim başa düşdüyümüzə görə Səbaildən əlini üzü bucu. Cavid Hüseynovun dediyinə görə o tərəfdən, o biri tərəfdən də şey eləmədilər. Aproverjeniya və təqzib. Təqzib eləmədilər. Süleyman Aluşla bağlı son qərar da qüvvədə qaldı. Yəni cəza olduğu kimi qalır Nizam-İntizam Komitəsi. Ona görə nə düzdür? Keçək növbəti oyuna. Keçək növbəti oyuna, amma Səbail üçün doğrudan da vacib bir xal idi. Onu da bir daha. Səbailin hal-hazırda hər xalı, hər vurduğu qolu belə Səbail üçün çox vacibdir. Yəni Kəpəzdən 7 xal geridədir. Kəpəz inanmıram Kəpəzi keçə bilsin. İndiki Kəpəzi. Şamaxıdan da 8 xal geridədir. Sumqayıtdan da 9 xal geridədir və nəzərə alaq ki, çempionatın sonuna 7 oyun qalıb, 7 tur qalıb. Bu fərq elə də böyük deyil. Yəni aradan qalxacaq bir fərqdir. Hər halda Ayxan Abbasovun da dediyi kimi çempionatın sonu çox maraqlı və gərgin keçəcək. Turan Tovuzun Kürdəxanadakı bazasından son görüntülər də artıq ictimailəşib, hətta Qurbanverdiyev də o bazada görülən işlərlə yaxından tanış olub. Yəqin ki, yaxın vaxtlarda bu bazada tikilib istifadə. Baza demişkən, əziz dostlar, əziz tamaşaçılar, bir məsələyə toxunmaq istəyirdim. Off-top bu çempionata aiddir. Bu Barselonanın nümayəndələrini bura gəlişi ilə bağlı. Məsələ burasındadır ki, Barselona burada akademiya açmaq istəyir.
Təxminən 1 ay öncə artıq bu barədə. Bu söhbətlər gedirdi, amma gəlmişdilər. Bir 2 gün bundan qabaq bura gəlmişdilər. Bizdə bir sıra insanlar var. Onlar şəxsi məvaciblərini, şəxsi pullarına da, yəni bunu açmaq istəyirlər. Yəni niyə görə? Bu adamlar Azərbaycan futbolu üçün canlarını yandırırlar. Yəni deyirlər ki, gəlin yola verdi eləməyək də. Açmışlar da burada. Galatasaray məktəbi var idi. Manchester United məktəbi var idi. Ronaldinho gəlmişdi bura. Bu gəldilər, salam verin, necəsiz? Burada hədiyyələri yığıb çıxıb getdilər hamısı. Hanı o məktəblər? Bilmirəm. Bir Manchester United məktəbi bir müddət, yəni idi. Söz-söhbət gedirdi bir müddət. Yəni bunu eləyən qardaşlara uğurları arzulayırıq. Çünki əslində bax Azərbaycan futbolunun gələcək fikirləşən adamlar belə addımlar atmalıdır. Bəli. Sadəcə hal-hazırda mən maraqlandım, söhbət elədim o insanlarla. Dedilər bu stadion barəsində cavabı gözləyirik. İstəyirik ki, infrastrukturumuz olsun. Şəfa stadionunu deyirlər. ASK Arenada. Biz indiyə qədər Şəfa deyirik. Şəfa ASK Arenanı. Babadan elə Şəfa stadionudur. Doğrudan da həmin də səni dəstəkləyirəm. Həmin adamların da mən bilmirəm şimdi Alek. Yəni işlərində uğur olsun. O qədər bizim Azərbaycanda kiçik yaşından tutmuş, balacalardan tutmuş, orta yaş, 12, 13, 15. Vallahi istedadlı uşaqlarımız var. Mənim də özüm də məşqləri keçirəm, fərdi məşqlərdə komandalara baxırsan, doğrudan da görürsən ki, yəni belə vundurkin uşaqlarımız var. Və bunlara doğrudan da yiyə çıxıb, sahib çıxıb, niyə də bunları göndərməsinlər həmin o xaricə, nə bilim İspaniyaya göndər, ora göndər, bura göndər. Yəni biz Barcelona niyə o akademiya özümüzdə yoxdur da, elə bax. Söhbət odur da. Onları yaradırlar da. Yəni indi ilk addımlardır, indi o da Allahın köməkliyi ilə yəqin ki, indi federasiyada dəstək olacaq. Federasiyada yəni bu işin bir yerinə var, nə yox. Doğrudan da o şəraiti yaradırlar və o adamların axıra qədər fikirlərindən dönməsinlər və bu iş hansı ki işi qurmaq istəyirlər, doğrudan da bizim Azərbaycan futbolumuza yəni kömək edəcək bir addımdır. Hətta bu adamlar biz nə deyirlər? Deyir ki, bizə stadionu versinlər. ASK Arena. ASK Arena bilirsiniz də orada oyun getmir, heç nə getmir indi. Oyun gedir, Liga 1-də yəni Premier Liga komandaları oynamır orada, hə. Deyir biz kendi hesabımıza, öz hesabımıza oranı remont eləyirik. Bütün infrastrukturunu da düzəldirik, hər şey hazırlayırıq ki, yəni o insanlar o qədər istəklidir. Çox ümid edirəm ki, insanların qabaqlarını kəsməyəcəklər. İnşallah da ki, yaxşı olsun, uğurlar olsun. Şamaxı Neftçi. Şamaxı şəhər stadionunda Neftçi 2 cavabsız qolla qalib gəldi. Bugün günorta saatlarında keçirildi həmin qarşılaşma. Ramil Şeydayev penaltidən hesabı açdı. Maçın qəhrəmanı, bir nömrəli qəhrəmanı heç şübhəsiz Filip Ozoviç seçilməlidir. Həm penalti qazandı. Oyun çıxardırdı Azoviç. Oyun çıxardırdı. Cərmə meydançasının kənarından topu saxlamadan cross sayağı zərbə ilə, bilyard zərbəsi ilə o futbolçudur sən. Oradan da bax o təcrübə, o ustalıq bu oyunda Neftçini xilas edir. Əlbəttə Qəbələdə, Qarabağda, indi Neftçidə, yəni o Azoviç ay qocalıb, ay nə bilim yaşdaşıb, ay nə bilim nə edib, nə qədər qoca da olsan qardaş, yaşın olsa. Bizdə ümumiyyətlə Azərbaycanda elə bir dənə tendensiya var. Bu 30 yaşı var, həbsə qocalıb. 30 yaşı olsun da. Kvaratskhelia-dan danışırdın ha. Bu baş verəndə neçə yaşı var idi onun? Bahadırın son karyeranı ilə 35-36 yaşı rahat var idi. Rahat. Nə qocalmaqdan danışırıq? Hadi Ronaldo'nun 40 yaşı var amma göründə özünə nə qədər baxırsa az qalıb çatacaq biraz. Kim çatacaq sonra ona? Heç kim çatmayacaq. Yəni söhbət ondan gedir ki, Azoviçin özü zəif futbolçu olsaydı heç Neftçidə olmazdı. Zəif futbolçu olsaydı, komandaya xeyir verməyəsi olsaydı, daha az qatsaydı belə Samir Abbasov heç o futbolçunu oynatmazdı meydançaya. Amma neçə oyunda görürsən ki, yana buraxır. 33 yaşındadır da. 33 yaş bilsən nədir? Bizdə deyirəm. 33 sənə şey. Adam taleyini həll edir maçın. 2016-cı ildən Qəbələdədir. Maçın taleyini həll edir. 2016-cı ildən Azərbaycan futbolundadır. 9 il Azərbaycan futbolundadır bu adam. Bəli. Azərbaycan millisinin oyunçusu deyə. Azərbaycan millisinin oynadığı. Yəni 9 il Azərbaycan futbolunun içindədir bu adam. Qəbələdə 2018-ci ilə qədər, 2018-ci ildən 2024-cü ilə qədər Qarabağ 6 mövsüm keçirib və indi də Neftçi zəif olsa olar orada. İndi də Neftçi onun təcrübəsindən faydalanır ki,
əksər oyunlarda səhnəyə çıxır, tək başına götürür məsuliyyət üzərində. Əksər oyunlardan da deyib, biri də qardaş Bugün- penalti bugünkü elədi, bir dənə də gol vurdu. Hə. Gələ, maçın taleyini Pozur. bilib azobuz həll Bəli, elədi. bəli. Halal Yəni olsun. ən vacib məqam da odur ki, elə bir ağır oyundan sonra, məğlubiyyətdən sonra Neftçi köklənibsə çempionat oyununa, alqış düşür. Yəni əhsən demək düşür Neftçi futbolçularına ki, sabahla oyunda uduzdular, amma vacibdir də, yəni kubok mərhələsi Neftçi üçün. Evet. İlk oyunda uduzmalarına rəğmən gəldilər çempionatda səfərdə Şamaxını məğlub etdi. Şamaxı da elə belə Şamaxı deyil ha. Bu son vaxtlarda hansı ki oyunlarınla şou göstərən, indiki bu oyunun özündə də, yəni bu gol epizodlarına baxanda onlarda da gol momentləri, bunlarda da gol momentləri. Qardaşım Şamaxının 10 zərbəsi var, Neftçinin 11. Hayırsa, yəni bəxtləri də hardasa deyim ki, bu günlər belə bir Şamaxın günü deyildir, yəni. Məsələn, deyəndə ki, hesab 0-2 Neftçi qalib gəlib, başa düşdün. Adam belə fikirləşərkən Rahat rahat. Yox, rahat deyil. Yəni. İlk hissədə Şamaxının epizodları var. Hayırsa, %100 momentləri var idi ki, hansı ki, onları istifadə eləsə, hesab da belə olası Bəli. deyildi. Evet. Bəli. Neftçi azarkeşlərini təbrik edirik. Bu Neftçinin çempionatdakı 35-ci xalı idi. 6-cı pillədədir Neftçi. Demək olar ki, 6-cı yerdəki mövqeyini möhkəmləndirib, amma 4-cü yer uğrunda hələ də iddiasını davam etdirəcək. 5-ci yerdən sıradakı bir Sabahdan xaldı bir ki, xal geridədir. 4-cü pillədəki Turan Tovuzdan isə 9 xal geridədir. amma Növbəti oyun- arada Neftçini dalıcan düşən komanda kimdir? Kəpəz. Kəpəz, Sumqayıt. Sumqayıtın özü. Kəpəz Deməli daha tez sabah gözlənilmədən, yəni turun bəlkə də ən gözlənilməz nəticəsi Sabah Kəpəz maçında idi ki, mənim fikrimcə turun ən maraqlı oyunu idi. Tamamilə Bir gol razıyam olmasına sənə. baxmayaraq, Tamamilə razıyam Qarşılıqlı sənə. qol epizodları, Sabahın vura bilmədiyi, qaçırtdığı fürsətlərdən bəlkə də bir 90 dəqiqə 16 zərbəsi var Sabahın. film hazırlamaq. 9 zərbə çərçivəyədir. 9 zərbə. İnanılmaz. Kimdən kim oynuyordun? Sabahla hələ 19. Yarım saat eləmişəm oyuna danışdım. Sabah Kəpəz haqqında Xəta sual demək. verir. Kim istəyirsən Hə, oynasın. doğrudan. Kim oynayır? Kim istəyirsən Hamı Sabah oynasın, oynasın. çağırın. Sabahla hamı oynayırdı. Bir Dünya hava yığması. davanlar oynasınlar. Kəpəz 5 zərbə Valdemar vurub. Almeida'nın çərçivəyə dəqiqədə vurduğu Biri də gol qol. həll edici oldu. Təbii ki, Kəpəz üçün ağır itki oldu bu maçda. Nə edirsən, İsmail? Muhammed Ba zədələndi, xərəkdə çıxardılar. Allah kömək olsun, Allah şəfası Allah versin. şəfa. Heç kim zədələnməsin. Hamı onsuz da futbol oynayan Qısa mövsümün axırıdır. çörək Yəni. pulu üçün oynayırsan və bizim Sabahın bu məğlubiyyətinin Ərəb modlarına keçdi. əlaqələndirmək olar. Onlarda vəbşi nəsə son turlarda nəsə işləri düz getmir. Mən bilmirəm, başa aça bilmirəm yəni. Qeyri-stabil, başa düşürsən. Biri var kardioqramla necə ürək döyünür. Elə Atır eyni yuxarı. biz əvvəlki verilişlərimizdə Kardioqramla elə deyil gələndən də. komanda bax belədir, bax belədir. Belə çox yuxarı aparırsan da. O belə Yaxşı, çox. belə. Amma belə gedir. Belə bir dənə. Yəni indi zarafatsız. Belə baxanda heyətinə, hücum xəttinə, orta xəttinə, müdafiədə indi hardasa problemlər yaşayırlar. Seydiyev də zədələndi. Allah kömək olsun. Əməliyyat olub. O heç, yəni doğrudan oyun baxımından hansı ki birinci dövrə məsələn Berezovskidən qabaq kim idi məşqçiləri? Xorvat idi. Serb Randulic. Hansı ki çempionatın Randulic. əvvəlində yadındadır. Sabahın oyunçuları Mikel Sekidika nə bilim nə bombardirlər sırasında. Bəli. İlk 5 İkisi də dənə gol, birinci, 2 dənə ikinci yerdə. 6 gol, 7 gol. Qabaq Sonra Şafranko Ağaca qoşuldu onlara, o da başladı qollar. Yəni bilmirəm bu məşqçinin məsələn deyəkən məşqçinin günahı da Berezovski gələndən. Belə baxanda Berezovski gələndən bir dənə kuboku keçdilər şeylə. Gələn kimi Turan Tovuzu keçdilər. Dedi ya, super komanda bomba oynadı. İndi Neftçini keçməyə yaxındır, amma çempionatda Heç şeylə keçdilər də. Yəni penalti ilə. Yəni fərq etməz ki, yəni nə ilə keçirsən, yəni enişli yoxuş. Yəni sən necə hamı istəyir, mən özüm istəyirəm ki, tutaq ki, sabah hansı ki baxırsan oyununa, bax indi Neftçini uddular, düzdür 2-1. Canavar kimi oynadılar. Bəs çempionatda necə oynayırsan bə ya? Ona görə də söhbət ondan gedir ki, sən çempionata da, kuboka da. Demək ki, hər oyuna eyni cür yanaşmırsan, hazırlaşmırsan. Bəlkə də mən fikirləşirəm ki, ola bilər ki, futbolçular hardasa fikirləşərlər ki, Kəpəzdir də, gedib sonuncu yerlərdədir, çıxıb bir ayaqda udacaq.
Bir ayaqda çıxıb sən evdə uda bilməyəcəksən. Yəni həmin o kəpəzdir ki, hansı ki 5-6 tur bundan qabaq biz deyəndə sual verir deyə öz aramızda ki, Səbail çıxacaq. Məncə kəpəz düşəcək Premyer Liqadan. Alex deyirdi deyəsən, bilmirəm kəpəz deyirdin ya Səbail deyirdin. Mən də Səbail, mən kəpəz. Belə fikirləşirdik. Onların ikisini sezon başlayanda kəpəz fikirləşirdik. Çünki kəpəzdən daha mən də dedim ki, əl üzdü. şov təzək Alex yox idi. Dedim hər şey köndən olacaq. Bilmirik kim nəyə qalxacaq, hara düşəcək. İndi bu axırdan o 9-da, 8-də, 7-də gedən o komandalarına bir dənə bax, gör bir-birinin dalına necə, yəni qaşlı tutduya çıxıblar. Hansı uduzacaq, hansı içəcək, bu sondan yaralanacaq. Bəlkə də yenə deyirəm, Sabah komandası futbolçuların məşqçi nə qədər də yükləsə, nə qədər də psixoloji cəhətdən, morallə hazırlasa, emosional ki, qardaş, bax çıxırıq ha, kəpəzdir, boşalmayın. Çıxıb da oradan da yəni mübarizə aparmaq lazımdır. Bu komanda kəpəz. Həmin bu oyunda qardaş gözləri elə bil şeydən Sabahdan daha çox yanırdı. Ki həmin qalib gəlsin, həmin oyunu götürsün. Başa düşdün? Çünki sən nə qədər də ustalıq səviyyən yuxarı olsa belə, meydansada sənin o futbolçuların çıxıb eləcə yüngül oynayacaqsa. Bax, görünən oldu ki, Vasili Berezutski Sabah üçün uğurlu mütəxəssis olmayacaq. Bax, Neftçi üzərində qələbə oldu ya. Bunu mən Vasili Berezutskinin ayağına yazmıram. Onun aktivinə yazmıram. O elə bir Neftçi elə bir komandadır ki, bu tarixən belə olub da. Neftçiyə qarşı məşqsiz belə komandanı burax, köklənəcək, çıxacaq. Komandadan da fərqi yoxdur hansı komanda. Liboy komandası. Fərqi yoxdur. Bax, birinci liqa komandası olsun. Çıxıb döyüşəcəklər. Əllərindən gələni cırışıb oynayacaqlar ki, biz Neftçiyə qarşı oynayırıq, göstərməliyik. Yəni burada Vasili Berezutski amilini mən qabartmaq istəmirəm. Burada futbolçuların əzmkarlığı və döyüşkənliyini vurğulamaq istəyirəm ki, bir daha çempionat maçında Kəpəzlə oyunda da göründü ki, Vasili Berezutski Sabah üçün uğurlu mütəxəssis olmayacaq. Bəlkə də mövsümün sonunda yola salacaq, gedəcək. Araz Naxçıvan Sumqayıt 8 ardıcıl qələbəsiz oyundan sonra Araz Naxçıvan Sumqayıtı məğlub etdi. Bir tərəfdə də Sumqayıt dirçələn, oyanan bir Sumqayıt var idi ki, ardıcıl qələbələri var idi. Hətta həmin qələbələr və qazandığı xallar sayəsində yerini təmin etmişdi. Bir qədər rahatlanmışdı Vaqif Cavadov və onun komandası, amma Liv Bonadaya stadionunda Ramon Machado'nun penalti qolu, daha sonra Igor Ribeiro'nun adına yazılan, halbuki avtogol idi bu. Salima idi, kim idi, bilmirəm kim idi. Həmin o qaqaşda özdə İsmail. Bir də moment oldu, Ronaldo keçir, Qara ilə belə birə-bir mübarizədə, Qaranın keçir ştrafnın böyründə. Asma edir ştrafnın içinə. Həmin o Nimeli qaqaş. Liberiyalı, Silvas Nimeli. Sən İsmail. Sonradan girib oyuna beş. Başla belə prostrel verir Ronaldo. Düz başla elə bil əlindən atır. Qur'anın da olsun. Qapısı 5 metrin içindən başınla vurur göyə. Üstündən hardasa bir 10 dəqiqə keçir, neçə dəqiqə keçir. Həmin o epizoddan sonra təzədən Qara bir dənə Daliniyə, Igor'a interesli pas atır belə sənə ötürmə canavar. Başdan vurur. Həmin ora vura bilməyən yazıq. Yəni zərbə deyildi, o bəlkə də paralel ötürmə idi. Qapı qarşısında əyir istiqamətini dəyişir. Qaqaş, onu ancaq bəlkə də Zaşit Qaranın ötürməsi. Ötürmə canavardı o heç. Bu amma topa dala-dala belə gedə-gedə oradan belə trayektoriya səndən top dala-dala gedir başın üstü. Və sən görürsən ki, çıxır və görmürsən. Bilmirsən zamanlama ilə sən o topa çatacaqsan və çatıb istədiyin topu eləyir. Vurur. Yəni deməyim odur ki, Igor orada canavar kimi vurur. Sadəcə o həmin o bəxtsizlikdən. Nimeliyə. Orada vurmadı, gəldi burada dəydi öz qapısına girdi. Oyun baxımından doğrudan da çox belə maraqlı %100 momentlərdən Ramonun momenti olur. Vurur oyunu ofsayd sayılır, amma ondan sonra penaltidən yaralanırlar və orada da VAR-da müdaxilə edirlər. Hakim gedir VAR-da baxır, görür ki, oradan da yəni epizodda Sumqayıtın futbolçusu Allaşa qarşı, Pamoyma Allaşa qarşı oynayır, yıxır, yoxsa kiminsə yıxır orada penalti epizodu. Penaltini də vururlar. Elə Ramon Machado'nun özü, o da zədədən təzə qayıdıb. Neçə vaxtı qol vurmur deyən, elə penaltidən yaralandı. Oradan da çox yaxşı futbolçudur, hansı ki Neftçidə də oynayırdı. Və oradan da çıxandan sonra hansı ki gəldi Qəbələyə, Elmar müəllimin yanına yenə. Elmar müəllim Qəbələdən gəldi təzədən Araz Naxçıvana. Oradan da yəni inandı, götürdü, gətirdi öz yanına və oradan da indi də oynayır, komandasına da xeyir verir. Elə onu da təbrik eləmək istəyirəm. Neçə vaxtda 2 aya yaxın bəlkə də çox idərə zədələnmişdi, geri qayıtdı. Oyun baxımından da oradan da maraqlı oyun idi və neçə vaxtı Sumqayıtın sən demiş, hansı ki biraz yüksəlişdə idilər, hansı ki oyunlarda doğrudan da biz də Sumqayıtın neçə tur idi, 8-9 tur idi, onlar da qol vura bilmirdilər.
11 oyunu idi. Ay sağ ol, 11 oyunda gol vura bilmirdilər. Hansı ki son 2-3 turda başladılar hər oyun 2-2 300 gollar və doğrudan da yüksəliş Arazın etkiləri çoxdur. Yəni bu sən də deyirsən. Bayaq 6 ya 7 1 Əyyub Allah, 2, Mustafa Əhmədzadə, Bəxtiyar 4, Həsənəlizadə, Ramin 5. Nəsrli. Ay sağ ol. Yəni yeni qaydanlar da təbii Hansı ki, ki- vaxt aparmalıdır ki, onlar yenidən uyğunlaşsınlar əvvəlki formalarına qayıtsın. Düzdür, elə bir vəziyyətdir ki, cavanlar məsələn bərpası biraz tezdir. Amma biraz yaşlı futbolçu Evet. hansı ki məsələn 30 keçir, onların bərpası. Adi Emin Mahmudovu götür yazıq. Elə onu deyəcəkdim, sən qabaqladın. Neçə vaxtı gözlədi. Amma özünün də dediyinə görə sabahla cavab maçına qədər tam hazır olacaq və çıxacaq meydana. Qəbələdən danışdın. Qəbələ artıq Premyer Liqaya vəsiqəni təmin eləyib. Qaqa müəllim, səni təbrik edirəm. 20-ci turda mərhələni, yəni vəsiqəni təmin elədi. Baku Sportingi 5-0 hesablı qələbə sayəsində ilk üçlükdə olacağı dəqiqdir artıq Qəbələ. Kiminsə şübhəsi var idi Bəli. bunda. Bəli. Şübhəsi yox idi, sadəcə dəqiqləşib. Sən indi bir dənə 52 təsəvvür elə. xal, ikinci sıradakı Karvandan 14 Neçə tur oynanılıb? 20 tur. Sən bir dənə 20 turdan sonra Kaxabir Çıxadadzenin komandası, Dörd tur. hansı ki 40 Qəbələdə də 20 oyuna 4 Və uduzmayıblar hələ ki. qapısında 4 dənə qola kişi. O vaxtı mən Interdə oynayanda o Qaqa müəllim pozdravляю. Ad dışı bütün Qəbələ əhlini doğrudan da təbrik edirəm. Mən Qəbələdə 1 il oynamışam, oranın çörəyini yemişəm. Doğrudan da gözəl diyardır, futbolu sevən adamlardır, futbolun başında duranlar da gözünüz aydın təzədən qayıdırsınız. Təbrik edirəm. Yəni o məşqçi bildiyin canavardır. Evet. Yəni məni futbol 2004-dən 2007-yə qədər mən Karvanda oynadım. 2007-dən gəldim standarta Yunus müəllimlə bir yerdə. 2007-2008 sezonu Yunus müəllim oldu. Sonra Yunus müəllim gedəndən sonra 2008-də Kaxabir Çıxadadze gəldi ora. Standart komandası. Standartdan. Ora gələndən sonra elə mənə baxan kimi məsələn Vaxtilə milli komandamızın da baş məşqçi postuna namizədlər sırası. dedi ki, bu Bəli, belə uzun müddət. Bəli. söhbət nədən gedir? Özü də zaşitnik olub, özü də müdafiəçi oynayıb. Manchester City'də oynayan adam deyil. City'də, Eintracht Frankfurtda, yəni legioner həyatı yaşamış adamdır. Yəni komandanı taktik baxımdan elə düzəldi ki, qardaş. Əsl taktikdir, bax, əsl şahmat. Yəni, müdafiə konkret səndə Taktik, sıfır olur. bəli. İndi çempionatda Perviliqada yəni o da elə belə çempionat deyil, orada da yəni oynayan futbolçular canavar kimi uşaqlar. İlki xoş xəbəri də deyək. Deyək. Deməli, UEFA-nın konqresində Abdulbari Gözəl və Çingiz İsmailov xatirələri anılıb. Bəli. 9-cu konqresdə Belqradda keçirilən konqresdə. Allah hər ikisinə rəhmət eləsin. Allah rəhmət eləsin. Hətta orada Abdulbari Gözəl və Çingiz İsmailovdan başqa Elbrus Məmmədov, Sədrəddin Məmmədov, Novil İsmailovun adları, soyadları da siyahıda göstərilib. Bəli. Yəni bravo. Gözəl təşəbbüsdür. Allah rəhmət eləsin dünyasını dəyişənlərə. Qarabağın 14 komandası Aston Villa, Hamburg, U14. eyni zamanda U14 bəli. Utrecht, Feyenoord, AZ Alkmaar, Nordsjælland, Genk, Wolfsburg, Hamburg klubları ilə bir turnirdə oynayacaqlar. Nə gözəl, nə gözəl. Bu da yaxşı bir şeydir. Təbii Qabaqlar ki. yox idi belə turnirdə. Bəli, aprelin 18-i 20-si yox, aralığında var. Harda Niderlandda olub? Gedibsən harda Genklə, Azalkmarla oynamısan, qardaş? çox yaxşı bir təcrübədir. Ələxüsusda gənc və uşaq Əvvəl yeniyetmə millinin futbolçuları üçün. oyunlarından əvvəl elan edirdilər ki, bizim U15-imiz Germaniyada, Almaniyada hansısa turnirin qalibi. oyun olub. Bir ara yandı. Əvvəl var idi. Gəlin qız futbolçularımızdan da danışaq. Doğrudan da son Valdez, onlara günlərdəki halal nəticələri oldu. bizi sevindirir. Litva Siyasət- komandasını məğlub etdilər. Siyasət İndi də qardaşımızı təbrik edirik. Siyasət Əsgərov bəli, həqiqətən də bu qız komandamız inkişafı Son 2 ildə komandamızın maşallah olsun baxımından canavar kimi. çox yaxşı mütəxəssisdir. Sabah idi, aprelin 8-i. Bəli, sabah milli komandamız Montenegro seçməsi ilə üz-üzə gələcək UEFA Millətlər Liqası çərçivəsində və həmin o nəticədən sonra artıq qrupdakı mövqeyimiz müəyyənləşəcək. Uğur olsun qızlar. Qalib gəlsə birinciyik. Bəli. Yeri gəlmişkən bu traktor sazı komandasının Nə gözəl, azarkeşləri. Bəli. Deməli, hal-hazırda traktor sazı İran Premyer Liqasında birinci yerdə gedir. 54 xalla, 50 xal Sepaxan ikincidir. Amma Sepaxanın 25-in, traktorun 24 oyunu var. Traktor İstiqlalı 2-1 2-1 məğlub etdi. Məğlub etdi. Sepaxan da 1-1 oynamışdı. Yəni 4 xal irəlidəyik. Bir oyunda ehtiyatımız da var. Ondan öncə bir uşağın Azərbaycan dilində şərqi mahnı söyləməsi 120 min fanatın azarkeşin önündə Azərbaycan dilində müğənni deyil ha, professional müğənni deyil, amma öz dilimizdə orada o cəsarət
Yəni halal olsun həqiqətən də ki, Azərbaycan dilində o qədər izdihamın 120 min qabağında Azərbaycan dilində mahnı oxuması və traktorun özünə dəstək Çox olması gözəl əlbəttə ki. Öpürəm onun Mənim gözlərindən. hesabıma görə baxın 15 Neçə tur qalıb orada? 5 tur qalmalıdır da. Yəni 16 komandadısa 30 tur oynayır. 32 oyun eləyir, 30 oyun. çıxar da 30 oyun. Hə 30 oyun, 25 Traktorun 6 oyunu qalıb. Traktorun 6, no birisi şeydir, Fuladladır o. Traktorun 3 oyunu qalıb əslində. Yo. Mən də baxdım 3 çempionat şeydir axı. Deməli, Çador Malu səfəri, evdə Malavan və Fulad səfəri. Fuladla o keçən turdan qalan oyundur. 3 oyun göstərir. Hə, məndə də elə göstərin o çempionatda göstərir. 30 hər halda traktora Bir barmaq uğurlar. eləməsinlər, çünki uzun illərdir ki, traktor Elə onlar elə xoşlayır kampaniya barmaq var. Yəni, eləməyə. Təbriz təmsilçisidir, Azərbaycan təmsilçisidir və istəmirlər ki, yəni bu açıq-aşkar aydındır ki, traktorun İran çempionatında çempion olmasına əngəllər, maneələr var. Tək ki, bu mövsümdə biz bunu görməyək. Əla gedirlər. Traktorun baş məşqçisi kimdir? Traktorun baş məşqçisi, bu dəqiqə deyəcəm sənə. oyunda dilin ucunda deyir. Dragan Skočić, Xorvat. Skočić və yaxud Skočić, Skočić, Dragan Skočić. Ha, ondan Maşallah olsun, oynayır. uğur olsun Cənubi Azərbaycana, Təbrizə də salamlarımızı çatdırırıq, eşq olsun. Belə də davam eləyin və çempionluqla bizi sevindirin. AFFA 2 komandanı çempionatdan kənarlaşdırıb, söhbət U10 liqasında keçirilməli olan Lokomotiv Şamaxı oyunundan sonra Lokomotivin təyin edilən vaxtda meydanda olmadığı üçün keçirilməyib. Lokomotivə 0-3 hesablı texniki məğlubiyyət verilib və bu hal 3-cü dəfə təkrarlandığına görə sözü gedən komanda yarışdan kənarlaşdırılıb. Eyni zamanda da Kürdəmir komandasını kənarlaşdırıb AFFA. İki mövzuya qısa olsa toxunaq, bu çox vacib məsələdir. Deməli, Tərlan Əhmədov verdiyi müsahibəsində bildirib ki, məni şərləyirlər, adıma ləkə yaxırlar. Bir neçə klubda işləmişəm, özdə nəticə vermişəm, effektli olmuşam. Neftçidə də, Kəpəzdə də, daha hansı, məsələn, Azalda da işləyərkən nəticə verib və şərləmək nədir? Güya deyilənə görə klub rəhbərliyi ilə Tərlan Əhmədovun arasında ciddi problemlər olub. Güya futbolçulardan pul yığıb, güya oyunların alınmasında bu şəxs, bu mütəxəssis yaxından iştirak edib. Amma özünün də dediyinə görə sonradan AFFA-nın araşdırmaları ilə bir sübut, isbat olmayıb ki, mən belə bir işlə məşğul olmuşam. Əgər belə bir işlə məşğul olmuşamsa, klub rəhbərliyi çağırsınlar, gəlsinlər, nə sübut, dəlil varsa qoysunlar ortaya, sübut eləsinlər. Amma mənim adıma belə qara ləkə, qara yaxma kampaniyası apararaq məni futboldan uzaq tutursunuzsa, show biznes əhlini gətirib klublarda, AFFA-da işlədirsinizsə, futbola aidiyyəti olmayan adamlar gəlib futbolda işləyirsə, başı çıxan, çıxmayan və bizim kimi mütəxəssislər kənarda AFFA-da kim var? qalırsa, Show biznesdən AFFA-da kim var indi? Show biznesdən AFFA-da kim var deyə bilmərəm, amma digər idman növlərindən Yox, sən show biznes dedin, onu görə. Mən bilirəm Tərlan deyirsə, yəni show. Məsələn, Fərid Mansurovu mən bilirəm ki, əminliklə deyirəm ki, nəzərdə tutur. Güləşdən gəlib futbolda icraiyyə komitəsinin üzvlərindən biridir. Yəqin Güləş Federasiyasında yer yox idi. Nümayəndələrinin AFFA-da təmsil olunması. Yəni Tərlan Əhmədov kimi mütəxəssisin özü də deyir ki, hərdən mən elə düşünürəm ki, mən deyəsən professional futbolçu olmamışam da, yəni oynamamışam. O cür oynamışam, o cür milli komandanın şərəfini qoruyan, Azərbaycanın ən yaxşı stoperlərindən biri, ən yaxşı məşqçilərindən biri, mənim fikrimcə birincidir bəlkə də. Oynayan vaxt. Yəni kənarda qalıb bu adam, futbolsuz qalıb işləmir. Nədir problem? Xarakterimdə deyir problem var. Deyir ki, mənə ərə gəlirlər. Yaxşı da fikir bildirir. Deyir, kimsə mənə ərə gəlir ki, mənim xarakterimdəki problemə görə. Düz deyir belə baxanda. Nə problemdir? Futbolçu kimi olanda da böyür-böyürə çiyin-çiyin oynamışam o Tərlan müəllimlə, məşqçi kimi də. İşsizdir. 2 ildir bu adam işsizdir. Neftçidə də işləyəndə Böyükağa müəllimlə bir yerdə köməkçisi idi və nəticələr verirdi. Keşlərin özündə də komandanın 3-cü yer Avroliqaya yönəltdi. Yəni belə nəsə bir problem yəni. Futbolçulardan deyir pul yığılır. Özdə bir klubda da olmayıb. Harda işləyib eyni problemi qabardırlar ki. Yəni boş şeylərdir bunlar. Mən sizə bir söz deyim, əziz dostlar. Deməli bax Tərlan Əhmədov kimi məşqçilərimiz, keçmiş futbolçularımız, qardaşlarımız getdikcə çoxalacaq.
Getdikcə çoxalacaq. Niyə? Çünki karyerasını bitirən futbolçular da çoxdur. Yəni getdikcə bu normal bir haldır da futbolçular karyeranı bitirirlər. Karyeranı bitirən futbolçular da təbii ki, bir çoxu məşqçi olmaq istəyir. Bunun qabağını nə ilə almaq olar? Yəni bu problemi necə qaldırmaq? Yox, komandaları nə qədər artırsan, yəni o qədər komanda artıra bilməyəcəksən. Uşaq akademiyaları yaratmaqla. Mən inandırım sizə, mən Tərlan Əhmədova kimsə müraciət eləsə, desə ki, gəl bizim akademiyamızda məşqçi ol, amma layiqli maaşa. Bəli. Niyə də getməsin adam? Niyə o birisilər də getməsin? Pro kateqoriyalı məşqçidir bu. Yəni elə adamlar var ki, məsələn, uşaq futboluna lab akademiyasına rəhbər qoyulan, o deyəcək mən illər boyu oynamışam. O istəmirsə lazımdır. İstəmişəm məsələn. Onda gözdə yer boşalar gedərsən. Fikrim Premyer Liqada baş məşqçi işləməkdə hansısa biz belə komanda istəməyə bilər yəni. Və hər yaxşı futbolçu da yaxşı məşqçi olmalıdır deyə amma bir akademiya açmaq lazımdır. Əlbəttə ki, qardaş, əlbəttə. Akademiyalar 100% olmalıdır əzizim. Akademiya olmalıdır ki, akademiyalarda olmaqdan ötürüdür. Birinci növbədə qardaşım, mənim əzizim, canım ciyərim, stadion olmalıdır. Stadion bu arada məşq eləsin. Askarena bayaq sən deyirsən, Askarenada 22 dənə komanda məşq edir ya. Asfaltın üstündə oynayırlar. 22 dənə belə lori deyirəm. Bir-birinin dalından komandalar düzülüb ora, oradan vətən çıxır, oradan sabah bütün problemlər. Oradan nə bilim Araz Naxçıvan girir. Oradan nə bilim Masallı girir, oradan Şafor da məşq edir. Oradan nə bilim hər yaş qrupası mübarizlə hamı bir-birinin dalında. Peki bu problem aradan qalxsın. Tərlan müəllimə də salamlar. İnşallah ki. İnşallah nəsə futbolumuzda onu da görərik. Ruslan səndən bir şey soruşum qardaş. Faiq müəllimin söhbəti nə yerdə qaldı? Maksim, ha? Faiq müəllimi. Heç nə də olayım. Heç. Boş. Faiq Hüseynov. Heç kim vecnədir. Maksim Medvedev. Hı. Açıb sandığı, töküb pambığı. Orada sandıq pambıqdır. Deyir milli komandada tarixən qruplaşmalar olub, günü bu gündə də var. Deməli Levin Axtiyamov qruplaşmaları var idi vaxtilə Ukraynalı. Mən o vaxtız bu. İndi deyir Renat Dadaşovun, Bədavi Hüseynovun, Ramil Şeydayevin özünün ayrıca qrupu var. Bunlar deyir olmamalıdır. Ola bilər ki, deyir bizim eyni mövzularda marağımız var, amma buna görə bir yerdə söhbət edirik. Amma deyir indi milli komandaya baxırsan, klublara baxırsan, 4-5 nəfər gedir ayrıca otururlar, yeyirlər, içirlər, söhbət edirlər. Bir komanda şəklində bir araya gəlmək yoxdur. Bu da qruplaşmalara gətirib çıxarır. Deyir günü bu gündə də var, bizim vaxtımızda da olub, sizin vaxtınızda da olub. Var idi, qardaş, var idi, olurdu. Sadəcə olaraq bir sənətər idi. Yəni bu qruplaşmanın qabağını almaq mümkün deyil. Biz harasa gedirdik, məsələn, biz o vaxtı millidə oynayanda elə Maksim, mən... Millidə yox. Nə? Millidə indi Qarabağdan neçə nəfər var? 4-5 nəfər Qarabağdan oyunçu gəlib. Düzdür. Bədavi Hüseynovun niyə qruplaşması olsun ki? Bunlar Bədavi rus dillidir. Bildim. Bunu Bədavi ilə eyni komandada oynayan Maksim Medvedev deyir ha. O nə mənada deyir qruplaşma qardaş? Rus dillidir Bədavi. Ramil Şeydayev rus dillidir. Rüfət Dadaşov rus dillidir. Qardaş, yəni bunlar danışanda söhbət rus dilindən getmir. Rus dilindən nədən gedir? Bəs necə yəni? Oturublar 4-5 nəfər Qarabağın oyunçusu olur pastayanlı millidə, düzdür? Bunlar otururlar ayrı. Oturub çempionatı fikirləşirlər ki, biz liderimizi necə itirməyik. Bunlar Kəpəzin Neftçinin oyunçuları ilə oturub nəyi danışacaqlar? Necə yəni nəyə danışacaqlar? Yox sən onda gəl 4 nəfər, 5 nəfər Qarabağı fikirləş ki, orada mən Qarabağ necə çempion olacağam. Sən milli komanda. Neftçidən gələnlər 4 nəfər. Ümumiyyətlə Maksim deyir ki, ümumiyyətlə ünsiyyətləri yoxdur bir-birinə. 4-5 nəfər orada oturur, söhbət eləyir, yeməkdə də deyir. Sən söhbətin məndən alınır. Başa düşürəm, söhbəti məndən alınır. Kamran söhbəti məndən alınır. Söhbət edəndə bir-birimizdən bunu kim eləməlidir? Bir yerdə oturuq. Kim eləməlidir? Biz qruplaşdıq. O birsinə nəsə bir badalaq vuraqla nə edək? Komandada ab-havaya görə kim cavabdehdir? O eləsin. Mən misal üçün mən əvvəl necə fikirləşirdim? Mən elə bildim ki, futbol komandaları yəni hara gedirlər bir yerdədirlər. Ruslan sən sözün başqa. Amma mən bunu səninlə dil tapıram, səninlə danışıram, o başqa bir şeydir. Amma qruplaşma tamam başqa bir şeydir. Qruplaşmanın altında başqa şeylər. Mən Neftçidə o mənada deyir. Yox, mən Neftçidə görəndə sən də görmüsən o haqq hesabı. Mən dəhşətə gəldim sözünüzü.
birinci dəfə Neftçi ilə bir məclisdə otururdum. Yəni bu son illərdən söhbət gedir. Vüqar qardaşımızın toy məclisində. Sən də orada idin. Tərcüməçi. Tərcüməçi Vüqar. Yeri gəlmişkən ona buradan çoxlu məclis deyir. Bəli. Çox möhtəşəm məclis idi. Allah xoşbəxt eləsin. Futbolçular da yüksək səviyyədə iştirak eləmişdilər. Futbolçular Adrian Mutun vaxtı idi. Bəli. Amma Neftçi bir masa arxasında oturmamışdı. 3-4 masa idi. Legionerlər ayrı oturmuşdu, yerlilər ayrı, yerlilər də 2 qrup idi, bilməm 3 qrup idi. Yəni bir yerdə oturmamışdım. Mənim dəqiq yadımdadır. Çünki mən tam ortalarında oturmuşdum mən. Mən də elə o masaya yaxın əyləşmişdim. Ha, yəni mən bunu gördüm. 30 duranda da məclisi sən quranda legionerlər ayrı ingilis dilində Yəni danışır. ingilis dilli 12 nəfəri qoyuram qardaş, 12 nəfəri oturun burada. Mən Danışın bir-birinizlə biraz. Mən indi demirəm ki, bu pisdir, yaxşıdır, onu demirəm. Mən niyə görə mən dəhşət dedim, təəccübləndim demək istirdim. Mən sözüncə fikirləşirdim ki, necə ki biz Planet Parniz Baku olaraq bizdə də rus dillilər, Azərbaycan dillər də olub da həmişə də. Yəni biz hansı məclisə getmişik, bizə bir masa veriblər həmişə. Mən fikirləşmişəm, mən o biri klublarla da oturmuşam. Qəbələ ilə də olub. O biri klublarla da oturmuşam. Yəni hamısını yada salmaq istəmirəm. Yəni mən görmüşəm ki, klub bir yerdə, bu tək futbol klublarına aid deyil, basketbol klublarda, voleybol klublarda klub nümayəndələri bir yerdə, əlaqəsə şənlikdə bir yerdə otururlar. Niyə görə? Team building kimi bir şeydir də. Yəni həmin o team building sözünü balla kəsirəm, o Bertie Fox-da həmin o şeydir, bax. Yəni team building olmalıdır əslində. Bizimkilər eləmirlər. Bizimkilər deyirlər ki, əşi, sən mənim canım. Mən misal üçün mən falan klubun prezidentiyəm, ya da falan klubun rəhbəriyəm. Mən AFFA-da da otururam, burada da otururam, falan yerdə də. Yəni çox yerdə otururam. Yəni hansısa team building gəlib mənə şey başa salacaq. Belə deyil. Əslində komandanı şey eləmək üçün uzağa getməyək. Akademiyaya da getmək lazımdır. Heç yeri, məktəbdə oxumaq lazımdır. Götürün bu köpəoğlunun kitay deyirəm, əstəğfurullah, Amerikanın kinoları var ha. İdman haqqında. Biraz baxın orada, görün də necə bu dəyişik nəyin üzərində baş verir. Bu komandaları birləşdirən bir dəyər olur. Ya ortaq bir maraq olur. Məndən asılı olsa, mən günü sabah yığardım bütün milli komandamızı. Göndərərdim bunları adı nədir onun? Paintball'a göndərərdim. Deyərdim, gedin oynayın orada. Özə hələ bölüşdürərdim ki. Mənlə bir timdən danışırsan. Yəni düz deyirəm, düz demirəm. İndi mən sənə deyim də, komanda birləşməlidir. 8-də gəldi Bertie Fox. Avstriyada zbor eləyir. 15 gün. Bertie Fox bowlingə gətirirdi uşaqları. Mənim yadımdadır. Bowlingə, komanda gedir, hamımız geyindik. Formaları geyinin. Davay geyinin, ki dəmir bu suları zadları deyil. Mənə gedirik yenə. Bir yürüyor, stadyona getmirik, başqa yerə gedirik. Gəldik dənizin qırağına. Rast, düşdük. Qaqaşlar yaxınlaşdılar avtomatla zadla bizə. Formaları zadlar verirlər. Davay, grupirovka, komanda, 11, 12, 12, nə bilim neçə, paintball. Oradan çıxırdın, gedirdin bowlingə. Aparırdı Avstriyada məşq adı ilə komanda utdun, uduzdun, fərq etməz. Hamını bir aya, belənsinə yığırdı bir araya. Çünki bilirdi də, bu görüb Almaniyada görüb. Adam Almandır. Aparır bizi Avropa Parkı, Luna Parkın, Avropada Avstriyada ən böyük Luna Park vardı. Mindirdilər administratorumuzu, sənin 120 ilə tərpənir yerinə, 150 ilə. Dedim, mən minmirəm. Avuş bir nəşnə var, baytın. Məsələn, belədir ki, Karaçı buradan qovacam komanda. Nəyəsə mindirdilər bizim administratorlar. Sən o qabaqda oturub, qabaqdan da belə kamera belə çəkir. Nə eləyəndən sonra elə bil, gəlib düşürsən, 5 dəqiqədən sonra sənə diski verir də sifətini, emosiyalarını. Belə oturan kimi belənsinə. Qadınam, mən niyə mindiribsiz ha bura? Mən qadınam, lazım dörə istəmirəm, mən mindirməyim. Bir oradan avuş, birini, ein, zwein, drein, nəsə belə deyən kim, elə bir drein, zwein, ein. Yəni getdik də yerlənən kim belədir bax. Ay zaman! Kameraya bağırır. Dal söyledi, fırlandı, düşdü, gəldi, çatdı. Yalnız düşmüş. Aymır belli bak. Ay flancası dur. Ya, vururlar şapalaklarlar. Nasıl turguzlar bunu.
Oradan getdik. Növbəti zborda apardılar bizi Avstriyada o şeydən, dağlardan düşən şey var, qornu şeylər. Alik. Nədir o komanda yekibdən lotkadı 4 nəfər sağdan. Rafting deyirlər ona. Rafting. Sən oradan hara gedirsən bir yerdə qardaş. Komandada bir olur. İndi onlar bir dənə sual verin bu mövzunun üzərində. Buyur. Misal üçün, Buyur. biz səninlə bir komandada oynayırıq, tanımırıq bir-birimizi. Sən Qəzədən gəlmisən, mən Şamaxıdan gəlmişəm. Bəli. Yəni biz bir-birimizi sevməyə ya da hörmət eləməyə, hörmət söhbətidir. Sevməyə məcburiyyətimiz yoxdur, Bəli. düzdür. Amma biz səninlə gedirik, uzağa getməyə, hələ həmən paintballu deyək. Gedirik paintball, səninlə mən İsmaillə qardaşlara qarşı komandada oynayırıq orada. Bəli. Nəsə xaxa xixi şey deyirik. Sabah sən polyə çıxanda mənə qarşı başqa gözlə baxırsan. Orada tanıyırsan da Dost adamı. kimi baxırsan. Əlbəttə. Tanıyırsan ki, sən bu bilirsən ki, yaxşı qaqaymış, bu tanımırdı. mən buna görə şey eləyərəm. Polyada özümü cıraram da. Yəni pası da Sən çalışaram. ona görə eləyirsən, bu birisi buna görə eləyir, o birisi ona görə, komanda bir-birinə görə eləyir, sonda da yəni... Eləmirlər də. Əziz AFA nümayəndələri, bu şeydir, bu şeydir. Dərsə nə deyirlər? Life hacklardır, yəni başa salır hamısını. Yəni bilmirdinizsə, eləyin bunları. Eləmək istəmirsinizsə, zapadlo sarsınız ya da şeydir, alınmırsa sizdə, zəng eləyin, xahiş eləyin, müraciət eləyin. Yəni təmənnasız, zadsız əlimizdən gələn köməkliyi eləyərik biz. Çünki biz milliyə kömək eləmək istəyirik. İstəyirik ki, bizim millimiz yəni belə söhbət Maksimdən getmir, amma belə intervyularda yadda qalmasın. Bu cür gözəl arzularla, fikirlərlə. Nə gözəl arzular, qarğışlar çıxacaq indi ağzımdan. Verilişimizin bu dəfəki buraxılışını yekunlaşdırırıq. Ruslan, sənin nəsə əlavən var idi? Direkt çıxaq gedək evimizə işimiz. Gələn verilişə saxlayıram, gələn verilişdə daha çox oldu. O 4 dənə lüt qızı deyirsən, hə? Yox, Emanueli deyirəm. 4 dənə idi də. Ha, yaxşı. Gələn veriliş. Əziz dostlar, gələn veriliş Ruslan Əmircanovun ifasında Emanuel haqqında belə bilirsiniz. Emanuel nədir o? Emanuel belə Nəsə də bilirik ki onu. Belə poşli anekdot belə bilirsiniz nə? 37 plus anekdot qulaq asmaq istəyirsinizsə, baxın. Bütün çılpaqlığı ilə də. Yəni bu demək istəyirsən. Çirkaf sözü var, çirkaf. Çirkap. Bütün çirkap belə bilirsiniz nə? Belə xəşili çıxan belə anekdotdur ya. Adıma yalandan söz çıxardıblar. Kanalımıza abunə olmağı unut. Gələn əfir deyərsən. Ayrı çəkək. Okey, davay Maçiko. Yorulmadınız 2 saatdır danışırıq. Sağ olun, kanalımıza abunə olmağı unutmayın. Öpürəm. Heç nə demədim. Vapu, 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 vapu.